Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Beyin mühendisliğine karşı Türkçe Əski Kitablar Programının 285-ci bölümün başlayıram. Nədən isə bu günləri adı deməkdə biraz zorlandım. Tamam. Əski kitablar mənzur o kitablardır ki, ən azı 250 il bundan qabaq yazılmış olsunlar. Əlbəttə bir neçə kitaba baxmışıq ki, 100 il ömrü olubdu, əl yazma olubdu. Amma demişik ki, bunlar məsələn zərbil məsəldir. Onun şeyi yoxdur, təsiri yoxdur. Amma yenə də zərbil məsələlərdə o zərbil məsələlər üçün toplumu işdən uzaqladar, fəaliyyətdən uzaqladar, pasiv elər, yəni əməlsiz elər. Onlar da mənim nəzərimə toplumdan silinməlidirlər, getməlidirlər. Dünənləri Döktür Möhseniyan Radın adını yadımdan çıxartmışdım, eləyə bilmirdim. İndi elə birdən gəldi zehnimə. Döktür Mehdi Möhseniyan Radın bir araştırması var idi. O zaman ki biz 30 il bundan qabaq 1370-də onun öğrencisi olduq. Orada deyirdi ki, bu araştırmanın üzərinə İranda yaygın olan zərbil məsələlər, misallar, nə bilim, kiçik cümlələr, bunları toplayıblar. Şeir, ədəbiyyat, hər yerdə olsa, musiqidə filanda bunları toplayıblar. Məsələn deyirəm, məsələn, yadımda deyil. 700 dana zərbil məsəl var, deyim var, söz var, şeirdə gəlibdir ki, iş pis bir şeydir, işləməyin, pul pis bir şeydir, əlin çirkidir, atın qırağa. Amma bunun qarşısında fəqət 14 dənə zərbil məsəl var ki, bu gün işləcinə, bu günün işin sabaha qoymacinə. Onun üçün toplumu o zərbil məsələlər, o şeirlər də neyinir? Yatırdır, üretimdən uzaqladır. Məsələn, Azərbaycanda və İranda biri işləyir, o birisi ona deyir, xəstə nəbaşi. Yəni ki, yorğunluq işin bir parçasıdır. Ya deyir ki, yorulmayasan. Əslində deyir ki, yəni yorğunluq var, amma sən yorulma. O halda ki, bu batı məmləkətlərində deyir, take it easy. Yəni ki, çox da çətin tutma hər şeyi. İşlə geçsin. Ya o birisi deyir ki, məsələn, Türkiyədə deyirlər ki, kolay gəlsin. Yəni, çalışırlar ki, bu iş məsələsi rahatlıqla, iş zordur, işləmək zordur, amma rahatlıqla davam eləsin. Hər halda bu kitablar, əski kitablar bizə deyir ki, bu keçən 250 ildə yaranan mühəndisliyə cəhalət ki, bizim beynimizi əlinə alıbdır və istədiyi vəziyyətə çeviribdir, bizə bu kitablar, əski kitablar görsədir ki, bizim dədələrimiz, bizim nələrimiz 1000 il bundan qabaq, 500 il bundan qabaq bir hökuməti nə cür qurublar, hangi dil əsasında qurublar, o dildə nə düşünürmüşlər, nələri daşırmış o dil bunlar üçün, o dil bunları necə şəkilləndirirmiş. Çünki biz dildən başqa bir şey deyilik ki, biz var yox, diluq. Dil olmasa biz heyvanıq. Yəni, olarıq məsələn, əlbəttə mal heyvan da bir-birlərindən alver elirlər, bir cürə danışırlar. Amma biz də o səthə yenərdik. Bizim bu iki fərqimiz vardı heyvandan, o dilə görədir və dilin gücünə görədir və dilin yaratdığı düşüncəyə, anlayışa görədir. Ona görə də dünyada dillər bir-birindən fərqlidir və yaşam fərqi də dilə bağlıdır yenə. Məsələn, biz türklərin yaşamında ədalət sözü çox önəmlidir.
Siz bunu Batıda görmürsünüz. Batıda ədalət sözü ingiliscə ya Fransada ya Almancada ədalət deyə bir şey sözü yoxdur. İşlənməz gündəlikdə filan da. Toplumda da heç yerdə işlənməz. Amma bizdə bu işlənir. Çünki o dil onu daşır. Bizim toplumda təəssüflə indi Taliban bəzi işlər görür ki, yəni İslam adına bir işlər çıxır ki, əslən İslamla heç dəxli yoxdur. Hər halda bunlardan gedək görək ki, biz bu günləri hangi kitab gələcəkdir ürcahımıza və bizi bu şeydən aparacaqdır, mühəndisi cəhlidən çıxadacaqdır və bizə göstərəcək bizim dədələrimiz, nənələrimiz nə böyük zəhmətlər, nə bizə dərin miras qoyublar. Əgər səhv eləmirsəm, biz keçən günlərdə Şərh-i Fusus-ül Hekəmi indirdik və bunu oxuduq. Müntəha burada nədən isə 2 dana bundan Şərh-i Fusus var. Bunu baxaq görək ki, nə fərqləri var. Əgər fərqləri olmasa, bunun birini silaq. Bəli, biraz fərqləri. Bu birinci cildidir ki, dünənləri oxuduq. Bu da bugünkü cildidir ki, bu günləri açdıq. Bunların fərqinə görə ehtimalən indirmişəm. Əvvəldə bir cildində görürük. Bunu bir xülasə üçün dünən baxmışıq. Fəqət fərqlərinə baxaq görək ki, nə fərq edir, onu görək. Kitabı yerləşdirirəm bura, əvvəl baxaq görək ki, nə cürdür. Bu da dünənkinə, hətta dünənkindən bir səhvə çoxdur. Çünki dünənləri geçən cələsədə oxuduğumuzda Şərh-i Fusus-ül Hekəm 108 səhvə idi. Bu 1112-13 səhvə olacaqdı, 14 səhvə olacaqdı bu hududda. Cildül əvvəli min Şərh-i Fusus. Bu da cildə əvvəldir. Li-Şeyx-il Fazil Əhlil Xususi Abdullah Əfəndi. Bunu yazan Abdullah Əfəndidir. Əl-Məşhuri fi Əl-Məşhuri fi Əl-Afaq. Əl-Məşhuri fil-Afaq Beşarihil Fusus. Afaq yəni dünyada, o zamanın dünyasında məşhurdur ki, bu adam şarihi Fususdur. Və huvə bi xəttihi, öz xətti ilə də yazıbdır. Dünənlər bu Abdullah Əfəndini oxuduq elə, həmandır. Dünən dedik ki, bu Abdullah Əfəndinin adını da bizə, Kamil adında ChatGPT bizə göstərdi, nədir? Amma biz buna çox diqqət eləmədik. Eyni halda mən dünənləri Sultan Məhəmməd Fatihlər Sultanı dizisinə baxırdım. Orada 2 dana alimin adını dedi. Mən o 2 alimin də adlarını, kitablarını axtardım. Əcəb cəlib kitabları vardı və biri də download ola bilir kitablarından. Onları da fürsət eləsəm download eləyəcəm və indirəcəm, yəni onları oxumağa çalışacağım. Bi xəttihi şərif əvvəlhu ilə axiril cildis sani. Əvvəldən ta 2-ci cildin sonuna qədərdir. Təğəmmədəhu Allahu. Bu təğəmməd nə deməkdir bilmirəm, amma Subhanahu bi ğufranihi və rəziyə anhu və anna bi hurmetihi amin. Və haza mimma minallahi subhanahu bi təşrifihi alə hadəl abdil alili bi qeyrəl istihqaq minhu ilə hazəl ətəil cəzil bi lütfihil cəlil, yəni aleyna aliyən, yəni aliyyəl əl-Mustafa alə turi غوري تغمدهم الله بغفرانه وأسكنهم بجبوهة جنانه. Burada tarix də yazıb, əgər eləyə bilsək bunu öz xətti ilə bu olduğu üçün
Burada ya əgər eləyə bilsək bunu oxuyaq, cəlib olar. Əşhədü əş-şəhir ehtimalən ya əş-şəhid təhmilizadə ənaləhullah müradə. Şəhir ehtimalən olacaq. Əş-şəhiri bu adam ki yazıb onun təhmilizadə ənaləhullah müradəhu. Təmmə mənnəhullah min lütfihi və ihsanihi ilə abdil qəfuri ilə afvihi və qufranihi. Burası o düşmənlər buranın üstün qərəliyiblər. Əslən oxunmasın. Yəni bir iş görüblər ki oxunmasın. Əlbəttə adam biraz diqqət eləsə bəlkə bunun altından bir şey çıxar. Bu müvəqqətən ya muqən kəsəballahu lehu fi auladihi və axirahu mahu və auladuhu və əhrahu. Belə bir şey yazıbdır. Bu kitab ehtimalən Süleymaniyədə saxlanır. Hər halda bu kitab ondan biraz fərqli yazılıbdır. Ehtimalən bu nüsxə ondan fərqlidir, amma vəqf elə həmandır yenə də. Əş-şəhid Əli Paşa. Bunun əvvəlindəki yazı ondan biraz fərqlidir. Burada da gedək ki, kitabın amma özünə gələndə nəqqaşısı elə bir fərqlidir. Baxaq görək burada. Biri buyudur, biri də buyudur. Bunun da nəqqaşısına baxaq. Mənim nəzərimə gəldi ki, nəqqaşısı bəli, nəqqaşı çəkiblər ona, buna çəkməyiblər. Ondan bunun biraz təzhib fərqi var. Kitabı itirdik. Biraz təzhib fərqi var və dövrəsinə şey çəkiblər. Xətti də biraz fərqlidir. İndi xəttinə də burada baxaq, birinci səhifənin müqayisə eləyək. Görün bunu nə cür müqayisə eləyə bilərik. Tamam. İndi burada kitabları bir-birinin yanına qoyub xətləri müqayisə eləyə bilərik. Yəni bu birinci səhifə bunun birinci səhifəsidir, bu da bunun birinci səhifəsidir. Gördüyünüz kimi, aha, indi kamil halda görsənir. Mən buradakı baxıram, görürəm ki, kələmələr eyni həmdir, amma əgər diqqət eləsəz, eyni özüdür. Yəni fərqi yoxdur, aynıdırlar. Fəqət burada nəzərimə bu kitab çiçəyini yazıb daha gözəl yazılıbdır. Xətti daha aydın yazılıbdır. Bu birisindən biraz fərqlidir. Dövrəsi, yəni nüsxəçilər yazıblar da. Dövrəsində də bunu görürük ki, çarçıvəsi vardı. Çarçıvələri də çox gözəl rəhlərlə həm cizgi çəkilib, həm rənginə dolubdur içi. Səhifənin axirinəcən də baxıram, təqribən aynı səhifədə aynı kəlmə ilə qutarıbdır. İkinci səhifənin son kəlməsinə baxıram, istəyirəm görüm ki, aynı cür yazılıbdır. La, yox, biraz fərqlidir. Çünki burada deyir ki, zatiyyə, zatisində və itlaqı buradadır. Bəli, zatisi və itlaqı əhədisi həsəbi ilə bu əslində sifat-ı Rəbbaniyyə. Bir sətir, 4-3 hərf və kələmə. Bu birisi kitabda çox yazıbdır, bu birisində az yazıbdır. Çünki bu biraz yekə yazıbdır və biraz aydın görünür. Ona görə, əlbəttə, hər səhifədə əgər bir sətir olsa, təbiətən ki, 3 şeydən çox olar. Əcəba bunun indi sonuna baxaq, görək ki, sonunda bunun bir tarixi qoyublar ya yox. Kitab aynı olduğu üçün işimiz olmur. Bunun da sonuna geçsək, görək ki, bunun sonunda bilirik ki, bir ayrı bir şeylər yazmışdılar. Ərəbcə 3 dəfə, 4 dəfə biz onu oxuduq, bir şey oradan dərdimizə gəlməzdi. Amma burada bu şeirlə qutarıbdır, görək bu şeir burada var ya yoxdur. Məsələn, burada deyir ki, Həlvətə ilə ya da cəlvəti ilə səlam ol məzhəri cəmiyyəti zatə ki, oldur məzhəri əvvəl həm oldur məqsədi qai ya fani, qai olacaqdır. Məqsəd əvvəl, məqsəd qai.
Amma burada görək o cür bir şey var, yoxdur. Burada əlbəttə görürük ki, şeir burada qurtarıbdır. Bu yürü nəf-i vücud ilə, yürü nəf-i vücud ilə ki, olasan həqlə baqi, əbəd vəslət sərayində gözün görməyə hicrani. Bununla burada görürük ki, son şeir budur, amma bir cümlə bu ehtimalən yazan əlavə edib. Burada izafə var, 5 beyt izafədir. Burada bir beyt fərqlidir. Yəni bu beyt əlbəttə buradakı əvvəlini yazıbdır, qalanını yazmayıbdır. Məqsəd-i sani. Bu da saniymiş. Əvvəl həm oldur məqsəd-i sani. Bu şeirin qalanı olsa da bu birisindədir. Baxaq, görürük bəlkə bunu qalanın bu birisi səhifədə yazıblar. Ola bilər, çünki şeiri o cürsi naqis qoymaz. Bəli, burada hətta biraz da izafidir. Daxi səlamünlə. Bunun da qalanı hardadır? Əcəba bunun qalanı burada mı? Bəli, bunun da qalanı buradadır. Deyir ki, Hüseyn ilə bəli, buradadır, tamamən aynıdır. Amma burada qəd və qəl-fərağı yazıbdır. Qəd və qəl-fərağı min təbyin ya təbiiz hazəl kitab yevmə ərəfə səniyyə əlif və tis'ə əşərə elhamdülillahi rabbil aləmin və salatu alə seyyidina Muhammedin və alihi əcməin. Bu kitabda tarix vurubdur. Hangi tarixdə? Bunu nüsxə yazıbdır. Nüsxəni əgər baxsaq, bunu mən dünənkinə əlavə edeyim. İkinci nüsxə deyək ki, fərz edək bunu oxumuşuq da, yəni bunun nüsxəsini yazaq. Deyək ki, qəd və əl-fərağı min təbyiz ehtimalən təbyiz hazəl kitab yevm ərəfə səniyyə qələt ya görürsünüz, bu ya əlif və tis'ə əşərə min əvvəl biz türkcə yazıb, yəni əslində beləsi deyil, ərəbdə beləsi deməzlər. Məsələn, deyəcək ki, tis'ə əşərə və əlif deyəcəkdir, amma bu türk olduğu üçün ərəbcəndə türkcə yazıbdır. Deyib ki, qəd və qəl-fərağı min təbyiz hazəl kitab yevmə ərəfə səniyyə min 17. Tis'ə əşər düzdür. Tis'ə əşər ərəbcə yazılan formətdədir, amma əlif əvvəldə gəlməz. Qalarıqdır. Hər halda 1017-də bu kitab yazılıbdır. Yazı, nüsxə əlbəttə, nüsxə tarixi 1017 Hicriyə qəməri. Yəni 1117 mən yazdım, 1100 deyil, 1017-dir. 1017, tamam. Hicri qəməri və salatu alə seyyidina Muhammedin və alihi. Möhür də burada çox gözəl, yəni o birisində biraz zorla oxuduq möhürü. Burada möhür vurduğu çox gözəldir ki, oxumaq olur. Bu kitab indi dünən tarixini tapa bilmədik deyək. Əlbəttə ChatGPT-dən soruşduq, o bizə dedi hangi tarixdir. Amma bu günləri tarixi, bu nüsxənin yazılma tarixin hesab eləyə bilərik. 1017 430 il öncə kitab yazılmışdır. 430 il öncə bu nüsxə yazılmışdır. Tamam. Bu kitabı dünən oxuduğumuz üçün bugün təzədən oxumuruq. Elə bu qədər ki, bir müqayisə elədik, gördük ki, aynıdır. Amma xətt fərqi var, çünki yazanlar fərqlidirlər. Tamam, bunları bağlayaq hər ikisində. Gedək, elə qalsın, bunlar ikisi də qalsın. Gedək, burada görək bu nədir? Əlbəttə, bunları da bir dəyişdirin, bəlli olsun ki,
Bunları oxumuşuq. Ona görə tamam. İndi gəldik, yetişdik burada. Görək bu kitab nədir? Əslində bu günləri bu kitabı açırıq, görək ki, bu kitab nədir? Hala kitab açılmayıbdır, bunun səhifələri bəlli deyil. Neçədir, gözləyirəm ki, bu kamil açılsın. Zahirən gərək bunun səhifəsi çox ola, ya da çox ağır əks, yəni çox keyfiyyəti yuxarı ola ki, bu qədər zaman çəkdi açılmasına. Bu kitab adı yazıblar Tarixi Əmniyyət. Tarixi Əmniyyə Molla Musa İbni Hərnəmənə. Baxarıq görürük bunu kim yazıbdır. Tarixi Əmniyyət. Əvvəl kitabı həmişəkinə kiçildəşirik ki, PDF-dəki kitab səhifəyə yerləşsin. Biz onunla bu kitabın necə durumu şeydir görək. Gördüyünüz kimi kitabın cildini görürük. Gönün üstünə bir kağızda təzhib nəqqaşəsi olaraq yapışdırıblar. Onun gönlüğü görsənir. Kitabın bu da son cildidir. Zahirən son cildin nəqqaşı eləyiblər, nəqqaşlıq eləyiblər. O kağız ki var imiş ya da bir ayrı kağız yapışdırıblar, nəqqaşlıq eləyiblər. Çox da pis bir rəngidir. Kitabın cildin içinə bax, içədə cildin içi idi bu. Cildin içi idi, üzr istəyirəm. Cildin eşiyi o rəngidir, içi bu vəziyyətdədir. Görürük ki, kitabın şirazəsi cırılıb. Çünki o təlis ki, buna yapışdırıblar, kitabın səhifələrini ona tikirmişlər. Onu burada görürük, o kitab qopduğunu görürük. Və ha belə qırmızı ilə bu şirazənin arasındakı ağ vardı. O da o şirazənin arxasında olan o yerdir. Görürük kitab şirazədən qopubdur, amma şirazə salimdir. Yəni. O birisi səhifəni görürük və yenə də o birisi səhifələri görürük. Bura 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 səhifə boş getdi, əgər istibah eləməsən. Əlbəttə burada 15 göstərir. Nədən isə bir də gedim dalıya görürüm ki 15. Aha, cildinə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 14 səhifə boş gedir əslində cildinə filanla. Onlar əski kitablarda dediyimiz kimi insanlar, oxuyanlar orada düşüncələrin yazsınlar deyə onlara kağız qoyur. Bu da Bismillahirrahmanirrahim ilə başlayır. Biraz da kiçik olsun ki, səhifə görsənsin. Amma nə qədər çox kiçik olur və çox yekə olur, nədirdir? Hər halda bunu oxuyarıq, görürük kitabın adı nədir? Buradan başlayırıq. Kitab gözəl xətt ilə yazılıbdır. Yəni oxuya bilərəm. Cəlibdir, bunu vuranda 4 səhifə gedir elə bir. Yox, 1 səhifə gedir. Dövrəsinə bir nazik bəzi yerdə xətt çəkiblər, onun üstünə yazıblar, amma bu xətt buna görə imiş ki, cümlələrin əvvəli ilə sonu düz olsun, ona görə çox rəqsiz çəkmişmişlər, onu düzəltməyiblər, elə bir ki, çox yerdə də o rəng məsələn görünməyən kimidir. Çox gözəl bir xətt ilə yazılıb, çünki bunu mənim kimi savadsız bir insan, türk dilində əsla savadı yox, təcrübəsi yox bir insan eləyə bilər, bunu yavaş-yavaş oxusun, anlaşmağı nədir olacaqdır o kitabın qonusuna, nə qədər təxəssüsü bir qonudur, nə qədər tarixi bir qonudur, nə qədər irfani, ədəbi, dini, siyasi, iqtisadi, nizami bunlara bağlı olduğundan dolayı onları bilməyən bunu da bilməz. Cəlibdir, burada yetişirik bir səhifəyə, 28-ci səhifə boşdur nədən isə, 29-cu səhifədə boşdur və yenə də cümlənin davamı oradan gəlir. Bəzi kəlmələrin üstündə görürük ki, həm qırmızı, başı üstündə, həm qırmızı xətt çəkibdir, həm də ədəd yazıbdır. 1, 2, 3, 4. Bunlar nədir? Bunlara bir gəlib baxarıq ki, görərək ki, nə deməkdir? Sətirlər bir-birinə çox yaxın, sözlər bir-birinin qarnına giribdir, çox şuluqdur, amma gözəl yazılıb. Yəni, adam baxanda o sətirlərin bir-birinə yaxın olmaq, kəlmələrin, sözlərin bir-birinin qarnına girmək
adamı boğmur, adamı stres vermir, ya qorxutmur. Gözəl ya, yəni xəttin gözəlliyi budur. Bəzi yerdə burada görürük ki, məsələn yazıb ki, əvvəli padişahi Moğolistan Toğmurqurxan nəvvərəllah mərqədəhu və fidaril cinani nəsəbləri evladi və əhfadları əhvalatin bəyani. Burada da Moğolların haqqında bir şeylər yazacaqdır. Yenə dediyim kimi aynı vəziyyətdə davam edir. Kitabın calibliyi budur ki, ya oxuyan olmuyor, əlbəttə oxuyan olubdur. Çünki burada bir şeylər sudan ya yemaqdan zaten tökülüb kitabın üstünə. Oradan bəllidir ki, bu oxuyan olubdur. Amma o qədər ki, bunu oxuyaydılar qırağında yazı yazıydilər, ya kitab məsələn cırılı idi, ya köhnəli idi, ya ələyaq barmağı yeri olaydı, onu burada görmürük. Yəni bu kitab çox oxunmayıb belə gələn, ya da oxunsa çox belə əyan bir yerdə, dərbarda zad deymiş ki, çox diqqət edən kitabları götürüb oxuyurmuşlar. Bu kitab o cür ki, elə üstə yazıblar 433 səhifə, 34 səhifə, eyni o qədər cəlibdir ki, burada bir yerə gəldik, yazı formatı dəyişdi. Bəli, yazının formatı dəyişdi. İki cürə yazı ilə indi qarşı-qarşıya olduq buradacan. Yəni kitab indi yenə də dəyişdi, əl yazısı dəyişdirdi. Bir yol ki, kitabların əl yazıları danışdırırıq, eyni karton kimi eləməkdir. Yəni kitabı beləsi vərəqlasa sürətlə o yazıların dəyişməyini görsədər. Qəblən bir kartonlar düzəldirdilər, belə kartlar sürətlə gedirdi, o hərəkət edirdi. Eyni o cürsə o şeylərdə dəyişdirmək olar. Hər halda üslubu müraət ediblər. Xətt dəyişəndə biraz da o şey dəyişir. Yəni məsələn burada indi biraz xəttlər yoğun yazırlar. Ehtimalən qələmdən olar. Yəni xətt özü çox da dəyişmir, amma qələm bəli xətt də dəyişir, yox. Xətt də dəyişir. Amma qələm qətiən dəyişir. Məsələn burada çox fərqli oldu yenə. Hər halda bunlar bir kitab əl yazıda çox təbii görünür. Amma onun təhlili bu ola bilər ki, əcəba bunu neçə nəfər yazırmış. Yəni bir ayrı kitabdan. Bu onu göstərir ki, bir ayrı kitabdan yazılırmış. O kitab əslidir, bu nüsxədir. Ehtimalən bir ayrı nüsxədən nüsxə götürürlər. Çünki əsli kitab məsələn bir yerdədir. Onun üzündən nüsxə götürürlər. Bu yazı fərqin elə adam səhifədən səhifəyə keçəndə görür ki, yazı dəyişildi yəni. Çox fərqli yazılar, məsələn ələn bura çox fərqli bir qələmlə yazılıbdır. Bunun əcəba bir sistemdə yazırmışlar, yəni məsələn fərzən 2 shift idi, 3 shift yazırmışlar, yoxsa məsələn deyək ki, bir səhifəsini mən yazırmışam, bir səhifəsini ayrısı yazırmış və bunlar ona görə belə fərqlidir. Məsələn, baxın, əslən çox fərqlidir. Yəni bu xətti biraz onunla müqayisə eləsək, bu məsələn deyək ki, o bir yaxçı xəttatın xəttidir. Bu məsələn biraz az təcrübəsi olan bir xəttatın xəttidir ki, davam edir. Burada da dəyişir, yəni. Burada yenə də dəyişdi kamilən. Yəni kamilən bu xətt hər səhifədə deməsək də orada dəyişir. Kitabın sonuna gəlmişik. Mən kitabın sonunda görürüm ki, əcəba bir şey gördüm, bir tarix gördüm. Kitabın yap sonuna geçsək, kitabın sonu buradır. Qeyd edirəm bir dalıya 1, 2. Burada kitabxananın adı var. London University. Hər hardadır. Burada bir də belə bir şey vardı. Hand Alman olacaqdı ya da Suisdən zaten belə bir şey olacaq. Onlarda bu kitab saxlanır. Onun üçün də deyim ki, bu möhürzat vurmamışlar. Cəlib idi. Hər halda bir də qeyd etdim axirə. Səfələri sayıram ki, neçə səfə axirdə boşdur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Yəni orada da 15-ci səhifədə başlamışdı, burada da. Üst-üstə 28 səhifə əvvəldə, axirdə
cild və ağ səhifələrdir. Yəni yaxşı 4 səhifəsi cildidir. Qalanı da ağ səhifələrdir ki, qalıbdır. Bu burada görürük ki, bir qəzəliyyatdan zaddan söhbət gedir. Xətti də çox fərqlidir. O əvvəldəki xətti ilə bunun şeyini görə bilmərik. İkinci səhifəyə də yenə axırdan gəlirəm də dalıya gedirəm. Burada da yenə tarixə görə danışıbdır, amma əsl tarix bu səhifədədir. Mən bu səhifəni oxuyayım, görək ki, çox da yekətməyək ki, çox yekə olanda oxumağı biraz da zorlaşır. Üçün istəyirəm fəqət tarixi oxuyam. Bu son səhifəni ki, aşağıda 1331 görünür. Yəni, bu kitab 120 il bundan qabaq, 126 il bundan qabaq yazılıbdır. Nüsxələnibdir. Amma bunu indi görək ki, mən dedim, o kitabları ki, keçən 250 ildə yazılıblar, onların hamısında şəkkim var. Hətta əl yazılarında. Çünki keçən 250 ildə dinçilər və qeyri-dinçilər fərq eləməz. Yavaş-yavaş düşmənlərin nüfuzu, fikir nüfuzu və teknoloji nüfuzunun altında qaldıqları üçün onlara bir əcib müştaqlıq var, onlara bir iştiyaq var, onlara bənzəmək bir hərəkəti var. Onlar kimi düşünmək, məsələn, roşənfikri İranda və İslam dünyasında özəlliklə, hətta Türkiyədə roşənfikr deyəndə, ya ziyalı deyəndə, yəni o adam ki, çox Avropalılara bənzir. Və buna ziyalı deyirlər. Yəni təqlid eləyək. Onlar da nədir? Məmulən dillərin, yazıların, geyimlərin və düşüncələri, əslində düşüncə deyişəndən sonra bunlar üz verir. Oradan eləyir. Əlbəttə, çox adam düşüncəsiz gedir. Məsələn, İranda çox adam Avropanın sistemin yaşamağa yaşır, amma Avropada o cür yaşamazlar, Amerikada o cür yaşamazlar, Kanadada o cür yaşamazlar. Misal üçün, məsələn, siz Kanadada, əsli Kanadaları deyirəm, köçənləri demirəm. Məsələn, Toronto şəhəri köçərilər şəhəridir. Yəni, nə demək? Toronto, əsli Kanadalı siz Torontoda çətin taparsınız. Çünki ya Çinlidir, ya Hindilidir, ya İtalyalıdır, ya məsələn, İranlıdır, ya Misrilidir, ya hərə bir yerdən gəlmədir Toronto. Və bunlar normalda həm savadları çox yuxarıdır, həm teknoloji sahiblər, həm pul sahibidirlər. Yəni, pul gətiriblər. %90'ı özü ilə pul gətiribdir. 10%'ı mültəci olaraq gəlib, məsələn. Hətta 10%'dan da azı. Qalanı pul gətiriblər oradan. Amma siz balaca şəhərlərə getsiniz, yəni Torontodan çıxsınız eşiyə, balaca şəhərlərdə əsli Kanadalılar görür. Əsli Kanada deyəndə, yəni məsələn, Avropadan gələn Kanadalılar görəcəksiniz ki, burada məsələn 100 ildir, 200 ildir Kanadada yaşırlar. 200 də deyil, 170 ildir filandır Kanada bu şəkildə olubdur. Deyək ki, bunların içinə gələndə görürsünüz ki, əlbəttə Torontoda da bu cürdür. Siz görürsünüz ki, məsələn, adam tumanla, xanım olsun ya erkək olsun, yatdanda ki tuman giyir ya evdə ki tuman giyir, biz tuman deyirik da, farsda zirşal var. O tumanla gəlib də alverə. Məsələn, paltarları, paltar giyim, arayış eləyim, məsələn, çox az görərsiniz, çox az. Məsələn, əlbəttə dedim də, yəni Torontonu demirəm, Toronto ayrı yerdən gəlmədi. Heç kəs orada, Torontoda şey deyil, yəni. Amma biraz balaca şəhərlərə gedəndə görürsünüz ki, məsələn, adamlar özlərini bəzəsinlər, özəlliklə xanımlar, özlərini bəzəsinlər, çox çətin görürsünüz. Çox çətin görürsünüz ki, özlərini bəzəyələr. Məsələn, 100 xanımdan bəlkə ikisi, o da məsələn bir məsələ üçün məsələn özün bəzəyibdir, yoxsa bəzəməsin. Məsələn, əcib paltarlar, məsələn, çox bahalı paltar giyməzlər. Məsələn, hər halda istəyirəm deyəm ki, yəni məsələn birinin əri ya nə bilim oğlu ya qızı ya bacısı ya bir yaxını sevdiğinin doğum günüdür, ona bir şey alacaq.
görürsüz ki, diqqət edirdim mən, hətta bir neçə gün bundan qabaq şahid oldum. Məmuli keç deyəndə yekə keç yox ki, o şey ki, qənnadi deyirlər, ondan alaq yox. Bəqqaldan məmuli keç ki, məsələn 4-5-in qoyurlar naylonun içinə, belə ağzını bağlırlar. Cupcake deyirlər normalda. Onlardan 4 dana, 5 danası ki, bir dana şeydə vardı, bir kardonda vardı. Əlbəttə ya 4 danadır, ya 6 danadır, ya 8 danadır. Ondan bir dana alırlar. Bir dana da tarix alırlar ki, hərəsi $1'dır. O keçdəki dedim, o da $4'dır. Yəni onu alır, gedir məsələn o uşağının ya o bacısının, qardaşının ya o dostunun şeyinə. Özü də gedəndə də özünün yemağını da aparır. Ya içmağını da aparır. Yəni məsələn biri gedəcəkdi, görürsüz özü məsələn nə içəcək, onu özü ilə alır, aparır. Və çox da xərcləmirlər. Yəni deyək ki, məsələn, yox, acib bir xərclər vardı, o cür xərclər də yoxdur. Hər halda qeydək gələk bura, deyək ki, ona görə deyirəm ki, mən keçən 250 ildə biz batılı yaşamışıq, amma exaggerate deyirlər də, bu da yəni hər şeyi yekətmişik, ifrat. Çox ifrati rəftarlarla özümüzü bənzədirik bunlara. Məsələn, amma bunlar o cür yaşamırlar. Məsələn, siz gəlsəz Torontoya, Torontoda İranlı ilə Kanadalının fərqini bilərsiniz. Ki, hər yerdə görsəz. Bu ya, məsələn, deyək xanımlardan danışırıq çox. Məsələn, xanımlar, bu İranlıdır. Ya bu Rusludur. Bunlar çox bəlli edirlər. Çünki əcib qərib arayış, əcib qərib paltar giymək, əcib qərib şey eləmək, məsələn, dodaqların, ağızların, zadlarını dəyişdirmək bunlarda çox yayğındır. Amma şeydə, məsələn, bunları siz Kanadada görmüşsünüz. Adamın burnu, məsələn, nə yekəlikdadır, burnu ilə nəsən, rahatdır özü ilə, yəni. Adam özü ilə rahatdır. Ruzi kəmal qüdrətinin dini tevhid nuri cümləni yarımçılıqdır. Hardan başladıq ki, şeydir. Və mərifət çırağı birlə roşən və münəvvər qılıb bu bəndi günəhkarını irtihal və intiqal zamanə bir məlal və pürməlal vəqti lazida öz kərəminin birlə iltifat peyğabə bu peyğabə ayrı qələmlə yazılıbdır. Zahir burada 2 qələm işlənibdir. Cəlibdir. Bəzisi, yox. Rəngi qələmin üçün rəngə batıb, cöhərə batırıb yazanda şey düşür, əvvəl çox qərə düşür. Sonra rəh azaldıqca rəngi azalır da. Yəni kas ya deyək ki, solğun olur. Və mərhəmət bila nəhayələrinin din nomid və məhrum qılmayğasın. Amin. Rabbena atmim lana bi nəvvirna vəxfir lana innəkə alə kulli şeyin qədir. Allahümmə əvsəlna ilə məqasidina və tüb əleyna innəkə əntə təvvabur rəhim. Allahümmə əxfir li və li valideyyə və li ustazi və li cəmi'il mü'minina vəl mü'minat vəl musliminə vəl muslimat. Baxın, bu da bir məsələdir. Dedim, insanlar qədim kitab yazanda əvvəl özlərin dua edirlər. Allah məni bağışla. Sonra dədənənələrin dua edirlər. Yaxından gedirlər uzağa. Sonra ustadların şey edirlər. Və ondan sonra tamam müsəlmanları. Yəni, əgər xeyir özümə istəyirəm, özgələrə də istəyirəm. Yanımdan başlayıram və gedirəm uzaqlara. Bu bizdə indi yoxdur. Biz xeyir istəmirik. İndi İran toplumunda özəlliklə, bəlkə müsəlman toplumların bir çoxunda bizim istəyimiz budur ki, mənim, heç kəsin yox, hər şey mənim olsun. Hətta Allahı da bağışlayanda, dua eləyəndə deyir o şey, Allah məni bağışladı, bəqiyini bağışlama heç məsələ.
Bu da o sillolizə olmaq, atomizə olmağın təsiridir ki, biz toplumda bir-birimizdən qırılmışıq. Onun üçün də hərəkətə keçsək də o qədər nəticə verməz. Çünki hərəkətə gedəndə, hətta mənim yadıma gəlir 57-də əgər millət rahpeymalıq edirdi, etiraza qalxırdı şahın əleyhinə, qol-qola verirdilər, gedirdilər. İndi isə hamı hərə özünün canını götürür. Düzdür, gedirlər etiraza, amma birdirlər, yəni bir-birlərindən ayrıdırlar. Zəncir deyirlər, bir-birlərinə yapışıq deyirlər, çünki heç kəsə etimad eləmir. الأحياء منهم والأموات و رافع الدرجات و من البركات و قاضي الحاجات اللهم إنا نسألك العفو والعافية والمحافاة في الدنيا والدين والدنيا والآخرة اللهم صل على سيدنا محمد و على آل سيدنا محمد و على آله و azvacihi və zürriyyatihi. Şiədə bunlar yoxdur elə. Ali deyir, qalanını demir. Bu deyir ki, Allahümme salli ala seyyidina Muhammedin və ala ali seyyidina Muhammed, onun alına. Alına da deyəndə demir ki, fəqət Zəhra və Zəhradan olan uşaqlar. Həzrəti Muhammedin ayrı qızları var, ayrı nəvələri var, ayrı nəticələri var. Onlardan söz geçir. Və ala alihi və azvacihi, xanımların da deyir. Və zürriyyatihi, ondan doğanlar, onun balaları doğanlar, ya doğduranlar və əshabihil kiram, hətta əshablarına da, yəni bu fərqlidir. İnsanlar hörmətlə yanaşırlar bir-birlərinə. Bu toplumda bir növ bir-birinə yapışmaq hərəkatı var. Ayırmır şiə sünniyə, ya ayırmır filan bəhmana. Amma burada görürük ki, indi biz hamısını ayırırıq. Və zürriyyatihi və əshabil kiramil ləzinə və əbbihim iqtədəytüm. Burada əb deyil, amma nə mənə oxunacaqdır onu bilmirəm. İqtədəytüm vəhdədəytüm və əla mələikihil müqərrəbin və əla əhli taətün taətükəl əcməin və səlləmə təslimən və daimən mübarəkən kəsirən əksərən. Amin innəhu mucibud dər'in. Bu elə bu qədər yazıbdır və sonra da altında 1331 yazıbdır. Əslində bu kitabın adını yazaq biz ki, feylən görək ki, sonra dəyişdirməsək. Ad Tarix Əmniyyət. Tarix, yazı tarixi. Yazı tarix 1331. Yəni bu nüsxə, əgər nüsxə olsa, baxarıq buna. Görək ki, dəqiqən neçə il bundan öncə yazılmış görünür. İndi 1447-dir, bundan çıxsaq 1331-i 116 il öncə bu kitab yazılıb. 116 il öncə. Tamam, bu kitabın yazılma tarixini tapdıq. Qeydaq ən başdan bunu oxuyaq, görək ki 15-ci səhifədə görək ki nə deyir. Bismillahirrahmanirrahim. Həmd bihəd ol vacibül vücud qəkim hikməti. İndi diqqət buyurun, bu oxuyanda mən bunu indiyəcən belə düşünürdüm ki, bu kitab, bu dil Cığatay dilidir və məsələn Uyğuristanda, Üzbəkistanda, Qəzzaqistanda, onlarda, o şeylərdə, ya hətta Əfqanistanda işlənən dildir. Amma bir-iki gün öncəki kitabda ki, birinci Təhmasib Şah dövründə və ona yazılıb və ona təqdim olubdur o həzrətlərinə, orada yazılan kitab bu cür yazılıbdır. Ehtimalən bu Azərbaycanda yazılmış ola bilər, Təbrizdə yazılmış ola bilər. Hətta bir kitab gördük ki, Təbrizi adında bir adam, Həsən Təbrizi adında bir adam İstanbulda yazıbdır zahirən, amma gördük ki, o da elə bu dilinə yazıbdır ki, biz görürük. Bismillahirrahmanirrahim. Yəni ədəbi dil və ortaq dil
cığatay dili imiş. Belə görünür. Həmd bi hədd ol vacibul vücuduğa kim? Hikməti qamizəsi ilə, qamizə yəni çox qarma qarışıq. Farsça peçidə sözü olur da, qarma qarışıq. Qamizəsi birlə külli mevcudatni ədəmi xəlvətxanəsindən vücudi şəhristaniğə gətirdi. Gətirdi və sənayi biəd ol malikül mülkiğə kim qudrəti kamiləsi birlə tac xilafət və əfsər səltənəti hər kimnin başığa xahlasa istəsə hər kimin başığa xahlasa qoydu və hər kimdin xahlamasa aldı deyil aldı və hər kim xahlasa verdi. Nö'tiyel mülkə mən təşa ayə gətirir. Eyni Türkçe yazıbdı. Səs də qoymayıbdı. Yəni erab qoymayıbdı. Nö'tiyel mülkə mən təşa'u və ehtimalən bəli nö'ti olacaq. Nö'tiyel mülkə mən təşa'u və tənzəül mülkə mən təşa və təizzu mən təşa'u və təzillu mən təşa biyədikəl xeyri. Tamam. Bu ayə çox önəmli bir ayədir. Deyir ki nö'til mülkə mən təşa. Hər kəsə istəsək mülk iki mənada vardır. Bir qudrət, bir torpaq. Mülk demək budur. Qudrət, varlıq hətta. Torpaq deməsək varlıq. Mülk ibarətdir güc və torpaq ya varlıq. Hər kəsə istəsək biz, yəni Allah deyir ki, hər kəsə istəsək biz mülk verərik, yəni o iki dananı və tənzəul mülkə mən təşa və hər kəsdən istəsək əlindən verdiyimiz mülkü alarıq. Ən böyük mülkü ki bizə verir nədir? Canlığımızdır, diriliyimizdir. Deyir bunu istəsəm verərəm, istəsəm də alaram. Və təizzu mən təşa. Hər kəsi istəsəm izzətli elərəm, əziz elərəm. Və təzillu mən təşa. Hər kəsi istəsəm zəlil elərəm. Ayaq altına salaram. Yəni beyədikəl xeyr, sənin əlindədir xeyr. Əlbəttə burada zahirən nədirdir ki, dəyişdi birdən-birə. Yəni oradan Allah danışırdı. Buradan bir nəfər Allaha deyir ki, sənin əlindədir xeyr. Yəni ayənin məfhumunda birdən-birə dəyişdi. Bilmirəm biraz. Və sipasi bi qiyas ol həkimə kim məhz hikməti birlə insan güruhi intizamini sultan zül iktidarlar lütfi siyaseti və mənut və mərbut qıldı. Rubai. Rubai bilirsiniz, 4 dana fikirə misrəə deyilir. Fikir edirəm ya da bəli, o cürüsü olacaq. 4 dana misrə ya 4 beytə deyilir. İndi baxaq şurası burada hangisi olacaq. Rubai. Zatinə sifati anun qul huvəllahu əhəd. Həbbiya ki bila təamüdür Allahu səməd. Mən həbbi oxuya biləm, çünki təşdid qoyub da, amma elə bir ki, məsələn, iki dana iki nöqtəsi vardı, oxuya bilmirəm nə olacaqdır. Həyyi sözündən 2 dəfə yeyi qoyulubdur. Həyyi ki bila təamüdür Allahu səməd. Diri, həyyi diri anlamında. Fərdi ki ana yox, valid nəvələd və təri ki dür ləm yəkun küfüvən və təri ki vətər nə deməkdir? Mərkəzi bir dairənin içinə xət çəkəndə o dairənin ortasından xət çəkilir, o başdan başa ona deyilə vətər, mehvər və təri ki dur və təri ki dur ləm yəkun küfüvən Səlavati qutardı göründüyü kimi
4 misrəə bir rübai deyilmiş. Salavat-ı zəkiyat ol padişah risalet ve مسند celaliyyət غ nisar ulğay kim küntü nebiyyen ve ademe beyne el-ma'i ve tin dedi be asaletidin taxti سلطنت غ layık ve sezavar oldur ve töhfiye-i tehiyyat ve durudi biğayat ol sultan risalet غ kim ما ارسلناک الا رحمة للعالمین کوکب رسالتی دین gurbet dem urmak olarning şingalarik şa'ninga olayık olaq şa'nine layık olayık olarning şa'ninga layık rubai şahi Arabi kıble hacat ayine zat oldu mir'at sıfat kim peyrevi etse anınlü derecat anınga ülüvvi derecat kim peyrevi etse anga ülüvvi derecat la zale aleyhi zakiyati salavat Allahümme salli ala Muhammed ve ol risalet der cahiğe beraber صدیق اکبر فاروق اعظم جامع القرآن علی المرتضی. Burada Siddiq Əkbər Faruq Əzəm Cami el-Quran Ali Mürtəza. Bunlar 4 xəlifənin ləqəbləridir. Sallamallahu və səlaməhu və alihi və barəkə və səlləmə aleyhi təslimən daimən əbədən həmdən kəsirən kəsira. Burada da bunların o təslimən o nun ki axirdə deyirik tənvin ərəbcə onları qoyubdan mı qalan? Amma bəd kitabın buracan gəldi, özün tanıtdırdı filan, indi gəldi özün ki yox, yəni Allaha, peyğəmbərin yar yoldaşlarına salam salavatın göndərdi. İndi gəldi, görək mətləb nədir? Amma bəd Huban aqil və fazillərinin təb'i təslim ehtimalən bu mən Huban ya san oxuram, burada oxunmur, yəni bilmirəm nə oxuyum bunu, çünki nüqtəsini görmürəm. San əgər oxusa satla yazılıbdır, san. Altına əlbəttə bir dənə şey qoyubdur, virgül qoyubdur, o bilmirəm ki nə oxuyum onu. O hər halda onu oxuya bilmirəm ki, zehnimdə bundan heç bir təsəvvür yoxdur. Aqil və fazilləri san, beləsi oxuyaq, sanki san aqil və fazillərinin təb'i səlim biza nəzərləriğə durduran ehtimalən durduran və dövran alim və kamillərinin zəni müstəqim xurşid tənvirlərə روشن و مبرهن الغای kim bu فقیر الحقیر bu فقیر الحقیر دکتیر التقصیر bu ne deməkdir? Döştür oxunur ta şey dəktiril təqsir nə deməkdir onu bilmirəm. Adəmi oladlarının kəmtəri və insan güruhinin əhqəri kimnamlıq cəncid nəhfilik cəncid nəhiflik birlə
məxmul və binişanlıq küçəsidə mustorlik birlə məhmul əni Molla Musa ibni Molla İsa. Yazar kimdir? Yazar Molla Musa ibni Molla İsa. Molla Musa ibni Molla İsa Sirami ya Sirafi, Sirami olacaqdır. Sirami Andağ Ərzqla. Andağ nə deməkdir? Bir dəqiqə bunu görüm. Əvvəl bunu yazın. Molla Musa ibn Molla İsa Sirami nə deməkdir? Andağı da yazın. Gedim bunu şeydən yazacağam buradan. Molla Musa ibn Molla İsa Sirami burada bir kəlmə yazmışdı. Onu da elə bunun qarşısında yazım. Görün nə deyir. Andağ ərzqladurlar kim? Andağı yazaq. Andağ ərzqladurlar. Andağ ərzqladurlar ki, tamam. Bu da K-dir də beləsi yazılır. Nə deməkdir? Görürük buna. Bizə cavab nə yazır? Əvvəl bu Molla Musa ibni Molla İsa'ya görə bir şey versə, in ibarət ki, qalib rəsmi qədimi, bunu deyim ki, lütfən türkcə yaz. Əlbəttə, mətni türkcə İstanbuli Çinin rəvan. Molla Musa ibni Molla İsa Sirami şöyle arz eder ki, aha, o neydi? Andağ ərzqladurlar kim? Burası ərzqladurlar, andağ şöyle mənisindədir. Yəni belə ərz edər. Tamam, andağ. Tamam, anda belə. Onda. Tamam, ya kəm isadətər və emruzitər. Molla Molla İsa Siraminin oğlu şöyle der ki. Tamam, deyək ki, bu Molla Musa'ya görə bizə bir şey yazdı. Kimdir? Molla Musa ibni Molla İsa Sirami kimdir? Kütap baba gene de şey yazdın ki. Gerek bunun ben şeyinde lütfen tüm yazılarını Türkçe ve Arap Türk alfabeti ile yaz. Bunu gərək bir değiştirməni başarsam, dilini değiştirəm, Türkçe yazsın. Baş üstə, aşağıda Molla Musa ibni Molla İsa Sirami haqqında olan bilgiləri Türkçe Latin əlifbaya, Ərəb və Türk Osmanlı əlifbası ilə birgə yazıram. Türkçe gəldi, bu Latincəni istəmirəm oxuyayım, gedim Ərəbcəyə. Ərəb Türk Osmani alfabesi. Molla Musa ibni Molla İsa Sirami. Osmani Azərbaycan sahəsində adı geçən bir alimi məhəlli molladır. Haqqında müstəqil və müfəssəl bir tərcümə hal mövcud deyildir. Adı əksər qədim mətnlərdə nəqli qol edən, şəhadət verən ya rəyi izhar edən kimsə olaraq zikr olunur. Sirami nisbəti onun Siram namlı bir yerdən olduğunu göstərir. Dili və uslubu, məsələn, andağ ərz qıldılar ki, onun elmi dini mühitlərdə fəal olduğunu anlatır. Dili xüsusiyyətləri baxaraq onun ömrü
16-17 miladi yüzillərdə, yəni İslamda 10-11-ci yüzillərdə hicri əsrlərə, əsr qələt yazıbdır, əslində əlif ilə yazıbdır, münasibdir. Tamam. Çox bir şey yazmayıbdır ki, bu adama görə kitabı zadı var ya yox, başqa bir. Əlbəttə bu kitab ki onundur, yəni bilirik ki bunu özü yazıbdır. Pəs bu kitab ki tarixi 116 il öncə, yəni 1333 hicri qəmərlikdə bu kitab yazılıbdır, nüsxədir. Bunu bildik ki, bu nüsxədir. Çünki bu adam ən azından 400 il bundan öncə yaşırmış. ChatGPT dedi ki 11-ci qarn. 10-cu qarn, yəni 900-dən başlayır ta 1000-ci iləcən. 10-cu qarn idi. 11-ci qarnda 1000-dən başlayır ta 1100-ə qədər. Onun üçün bizə gəlir istəyək bu 10-cu qarndır. Gəlir məsələn deyək 950 civarında bu adam məsələn yaşırmış. Orta tutaq da, ortasını tutsaq. Əgər desək ki 11-ci şeydə yaşırmış, deyə bilirik ki məsələn 1050-də yaşırmış. İndi bunların ikisinin ortasında desək yaşırmış, elə deyək ki məsələn, yəni həm o əsrdə yaşayıb, həm bu əsrdə yaşayıb, deyək ki məsələn 70 il ömr eləsə, deyək 30 ilin 900-lərdə yaşayıb, məsələn 970-də məsələn deyək doğulubdu, 900 məsələn 40-da da 1040-da da ölüb məsələn. Allahın rəhmətinə gəlib. Belə desək, onun yaşam tarixi bu üç vəziyyətdə ortaya çıxar. Pəs dedi ki, Əni Molla Musa ibn Molla İsa Sirami əndaq ərz qılar, ərz əndam məsələn kimi. Əndaq, ərz əndam ki biz indi deyirik, indi farsçada o cür bir şey nəzərimə gəlir. Sirami əndaq ərz qılar durlar kim? Ol əhkəmül hakimin təəzzü mən təşa və təzüllü mən təşa sifət zati birlə qüdrəti kamiləsini izhar etib padişah ali miqdarlarını caha zəlil xar və zəlil xar və bi etibar və zəlil nicun sarlarını caha padişahi gərdünmədar qılğanlarını təfəkkür və təfərrüclər qılıb bəhri faydə-i əlfanlar və tarix faydə-i əlfanlar nə deməkdir? Və tarixi ma təqəddəmlər kitab-ı müfidləridin səlatini maziyələr əxlaq-ı zəmimə və həmidələri əhvalati və sərgüzəşti vaqiatlaridin ibrətlər alıb istifadə tutarlar. Tutarlardı. İndi üstə bir kəlmə oxudu, onu baş tapmadım nədir? Onu bir də tapa bilsəm. Əlfanlar, faydə-i əlfanlar və tarixi matəqəddəm. Bəhri faydə-i əlfanlar. Bəhri faydə-i əlfanlar nə deməkdir? Bu ibarət da qədim türkçə Osmani birdir. Aşağıda mənisi və istimalini görürsünüz. Bu cığataya demir cığataydı. Deyir ki, Osmanlı dilidir. Yəni türkcə, o Azərbaycanda işlənən türkdür. Və istimalini həm türkcə, latin, həm də ərəb türk əlifbai ilə yazıram. Tamam. Bunu gedək deyir ki, böhrə fayda olan nə mənə gedək burada. Mətni qədim mətnlərdə bu ibarət bir ilimdən, bir kitabdan, bir vaqifdən ya bir hükmü qaidədən fayda görənlər mənisində işlədilir. Ərəb, Türk, Osmani alfabetində bəhrə fayda alanlar. Nə mən oldu? Bunu yadımdan çıxartdım, nəyə baxmışdıq?
fayda alqanlar olacaqdır. Alfanlar deyil, fayda alqanlar, alanlar. Tamam. Fayda alfanlar ya alqanlar. Fayda alfanlar indi yəni şey oldum, rahatlaşdım. İstifadə qurtarkanlardın. Bir neçə əfazili dövran və kamil zaman əni yaran ənis və bəradaran həmcəlislər bu kəminə namrad və əhgəri ibadiqə xitab qılıb dedilər kim ey suxən ara mərkəsinin nadan nüma pürdani. Caliddir. Pürün ön qoyub üstünə ki, yəni pür olsun. Por deyil, pürdani. Dediler kim ey suxən ara mərkəsinin nadan nüma pürdani və ey fərasət məclisinin payan nişin kardani zahir və əcəz və qusur natavansız diləgin سلاطین مازیه اخلاق حمیده و اوصاف زمیمه گلستانی شرفی اتره داخل zümre bülbülan siz bu buyurdular kim bu Moğolistan yurti tamam çok cəlibdir buradan mövzu zahirən Moğolistan haqqındadır Moğolistan yurdu bu Moğolistan yurti yani tiye şehri niyadi yani diye şehri ahvalatını aha indi burada biliyor ki heyin altına virgül koyur. Şehri ahvalati vaqiat din kim alel husus bizler hayatlık libası üzere mütelebbis bulgandin buluyuzide koca koçalık hacelarka üstüne yani istila tapıp Gazzat savaşlar Gazzat qılğanları və neçə zaman hökmranlıq qılıb dövlət aftabi tulu ila biləxərə balaxər məğrib sari oltarğani və Moğolistan yurti biləxər Məğrib sari, məğribə sarı. Sarı yəni o tərəfə. Sarı sözü bizdə iki məna vardır. Ərəb sözündən gəlmir. Yəni orada sari, yəni cari. Bizdə sarı bir rəng adıdır ki, farsca ona zərd deyirlər. Bir də o tərəfə getmək. Bəlkə sarı sözündən ki, cərəyanda ondan da ola bilər, amma bilmirəm. Oltarğani və Moğolistan yurti Məhəmməd Yaqub Beyg Atalıq Qaziğə Yaqub Bey Atalıq Qazi. Bu görək kimdir? Nə oldu? Mənə adı yadıma çıxdı. Məhəmməd Yaqub Bey. Məhəmməd Yaqub Bey Atalıq. Görək bu haqda nə deyir? Məhəmmədi qələt yazmışam. Məhəmməd Yaqub Beyg burada giri yazıbdır. Atalıq Qaziğə Qaziymiş. Ağazisini də gərək yazaydım. İntiqal tapğani intiqal tapğani və bəzi qərib əcib vaqiatlar zuhurğa kəlqani və neçə müddətdin kin yenə bicin əhli ehtimalən Çin əhli yenə bicin əhli qədəm götürüb
gəltürüb İslam aftabi şuai böyünə şəhri əhali. Böyünə ehtimalən üstdə də oxuduq. Bu yenə deyil. Böyünə bir şəhər adıdır. Orada üstdə dedi ki, Moğolistan yurti, yəni yenə burada yenədir. Yenə şəhr əhvalatı. Amma burada dedi ki, bu yenə şəhr əhali. Bu yenə şəhr əhaliləridinni. Əhaliləridin qurtarılıb zülməti buluti orlarkanı və qalqal hadisə vaqiilərin bərü bir adəm tarix yenüb nişanə və yadigar qoyğalini məlum eymaz. Tamam, indi bu qeydaq orada görək ki, o Yaqub kim idi, ona görə nə yazdı? Aşağıda Məhəmməd Yaqub bəy Atalıq haqqında bilgini türkcə, latin və ərəb, türkcə, Osmanlı alfabesi ilə yazıram. Ərəb, türkcə, Osmanlı alfabesi. Məhəmməd Yaqub bəy Atalıq Qazi. Tamam, özü yazdı. 19-cu əsrdə Doğu Türkistan, Kaşqər və 7 şəhər məntəqəsində zuhur etmiş əskəri və siyasi rəhbərdir. Dedi ki, bu neçimci hangi əsrdə dedi? 19-cu əsrdə. 19-cu əsr olur 1820 yazıb. Təvəllüdüğü təqribən 1820-lər Taşkənd ətrafında, vəfatı 1877. Ləqəbi Atalıq Qazi. Tamam, indi burada iki dana biz şeyə rastlaşırıq. Bir Molla Musa İbni Molla İsa'ya Siramiyə qarşılaşırıq ki, dedi 10-la 11-ci əsrlərdədir. Bir də bu Məhəmməd Yaqub bəy Atalıq Qazi ilə qarşılaşırıq ki, bu da 1820 ilə 1877 arasında. Yəni ona baxsaq, o ən azından 400 il bundan öncə yaşayıbdır, ən azından. Yəni İsa, Musa kitabı yazıbdır, o zaman yaşayıbdır. Buna baxsaq, bu 200 ildən də azdır, 100. Qoy bunu dəqiq çıxardım, çünki onu zehnimdə hesabladım, bunu əlbəttə şey eləyə bilirik. 2026-dır, ondan çıxsaq 1870 deyək hələ. 150 il bundan öncə məsələn bu adam yaşırmış. Yəni arada bir 300 il boşluq var. Ola bilməz bir adam özündən 300 il sonranın bir şahın haqqında yazsın. Ləqəbi Atalıq Qazi. Yaqub bəy Çin, Mançu Çing hakimiyyətinin zəifladığı bir dövründə Kaşqər mərkəzli 7 şəhər dövlətini qurmuş və bir müddət müstəqil idarə təsis etmişdir. Osmanlı dövləti ilə rəvabit qurmuş, İstanbuldan rəsmən tanınma almışdır. Dövləti 1877-də Çin ordularının məntəqəni yenidən ələ keçirməsi ilə sona ermişdir. Tamam, bu adam, indi burada biz Mançu Çin hakimiyyəti, əlbəttə bu çətin tapılacaqdır. Çing, Mançu, Çing. Görün, bunu bizə bir ittilaat bu haqda verir ki, bu Mançu Çing zəifladığı zaman ha zamandır. Buradan bir tarix versə, biz bu tarixləri bir-birinin dibinə qoyaq. Çünki tarixlər bir-birindən oxumursa, burada bir müşkül var. Bu sual ibarətin mənisini soruşur. Aşağıda tək-tək açıqlama, həm türkcə, həm ərəbcə filan, tamam. Bu halət xüsusən 19 əsr ortasında
Doğu Türkistanda aşkar olmuşdur. İstəyir ki, bu halət o zamanda olubdur. Mançu hakimiyyətinin zəiflədiyi səbəbləri məntəqədə yeni rəhbərlik zuhur etmişdir. Bu zəiflə doğun səbəblərini Əfyun hərbiləri, daxili qiyamlar ya məxsusən Doğu Türkistanda necə təsir etdiyini tamam. Yəni bu kitabda mən bir bohrana qarşılaşdım. Onun üçün görək bu nə olur. Gedək bu birisi səhifəyə baxaq. Görək ki 3-cü səhifəyə gedirik əslində. Görək ki nə var. Bu qazi xacəlar Qəzzati və Atalıq qazi dövlət və hökmrani ibtidasidin intihasıqəcə sən vərəq üzrə yayıb tarix nəma bir kitabi cəm qilasan Qəzzat qılıb o otqan Seyyid Xacəlar Qəzzati və vaqiələri və keşvərguşalığı və Atalıq qazi Qəzali və ləşkərkeşlik vaqiati və təsxir və hökmrani xəlaiq arasında məhv fəramaş bulub üçüb və yox olmaq. Uçmaq da ki, yəni üçüb gedə də, yəni yox olar. Üçüb və yoxalıb getməsılar və bizning etimiz həm il arasida baqi və yadigar qalsə və ad qoyub iştiqanlar məzkur qazi şühəda və siz bizlər haqqımızda şayət dua qılsalar əl-dal ələl-xeyr kəfailihi məzmunincə əd-dalu ələl-xeyr kəfailihi. Əgər bir nəfər cəlibdir, əd-dalu iləl-xeyr, o adam ki bir nəfəri dəlalət edir, göndərir xeyr işinə tərəf, o elə bir ki o xeyr işi görəndir. Çox cəlib sözdür bu. Əd-dalu ələl-xeyr, xeyrə dəlalət eləyən bir şəxs kəfailihi, o xeyr işi görən kimidir. Məsələn, deyək ki, mən bir nəfərə deyirəm ki, yadına salıram ki, məsələn, Azərbaycanda əlyazma kitabxanası düzəltmək lazımdır. Sizdə də pul var, məsələn, bir 5 milyard, 10 milyard futbola pul xərcləyirsiniz, nə bilim filan yerə pul xərcləyirsiniz. Bir dana kitabxana düzəldin orada. Bu əlyazma kitabların hərəsindən bir dana fotokopi, 2 dana fotokopi qoyun orada. İnsanlar onları gəlsinlər, görsünlər. Bu adamın da ağlına batır, gedir o kitabxananı düzəldir. Mən də burada fəqət bir dana cümlə demişəm da. Deyir ki, bu cümləni ki mən demişəm, aynı elə bir ki o işi yapmışam. O gözəl bir şeydir, çox gözəl bir şeydir. Məzmunicə, yəni əd-dalu ələl-xeyri kəfailihi məzmunicə kilarının duayı icabət gərin lari bərəkatindin benir və siz, biz olacaqdır, biz və siz asi təbəhi ruzigarini ol rəhim qəffar məğfirət və amürziş qılsələr ol qadir biçun və xaliq kün fəyəkun در جاهیدا هیچ غریب و عجیب ایماست deyip ایماست دیب که bu کمینه müflis روزگار بی itibar zerri din yani bir zerreydi kemu khar ol siyadet panahi seyyid gazilar ahvalati ve gazzati کشورگشاهی دستگاهی و اول Atalık Gazi Ali Miktar گردون مدار پادشاهی زی شوکت و ذل افتخار واقعاتی و حکمرانی لایق لاریدا
kitab cəm qılmaq və bu sahibi dövlətlər haqqı da ağız açıb dil sürmaqqa məndə nə hədd var. Məndə nə hədd var və cürət və nə yürək var və nə yürək var və məqalət yəni söz. Ol zati fələk aşiyan və zati ali məkanlar qıssə-i dastanlarıqa məndik bina mən binam و بینشانینگ nəmə rabitə və münasibəti bar kim. Deyir ki, mən ki bu qədər şeyəm, onlarla ki o əladılar, onun deyir, nə rabitəmiz var bizim ki? Nəmə bu günləri Zəncanda işlənər. İndi Azərbaycanda biz Təbrizdə və Qəradağda nəmənə deyirik. Zəncanda nəmə işlənir. Qəzvində nəmə işlənir. Nəmə dersən, belə bir şey, əlbəttə mən indi Zəncan ləhcəsini başarmıram təəssüflə. Amma orada bu söz işlənir. Nəmə rabitə və münasibəti bar kim? Cəmi qılalğay mən. Yəni mənlə onlar cəm olaq bir yerdə. Bar kim? Cəm qılalğay mən və əmri əzimğə layiq qələm süralkay mən. Yəni mən qələm sürəm. Qələm süralkay mən. Və ol İslam din budmaqça 40 yıl kamil ötübdür. 40 il o şeydən, o İslam yolunda savaşan qazidən ki adın dedi nə oldu? Məhəmməd Yəqubi. Gedək tapaq onu təzəşdən buradan götürək. Məhəmməd Yəqubi Məhəmməd Yəqub bəy Atalıq. Məhəmməd Yəqub bəy Atalıq Qazi. Bu qazini də yazaq. Deyir, o 40 il bu kitabdan geçib, yəni onun dövründən geçibdir. Mən indi burada bir sual yadıma düşdü. Hanki Osmanlı sultanı kendisinin hükümetin resmi olarak tanımışdır. Görək buradan bir tarix buradan versə nə çıxar? Məhəmməd Yəqub bəy Atalıq, Yaqub bəy Ra Osmani dövləti rəsmi olaraq tanımışdır və ona tamam, buradan gedək aşağıda ərəbcəsini yazmayıbdır nə də. Osmanlı türkcəsində yaz. Hey, dəstur veririk, amma nədən yadında saxlamır ki bunu? Əlbəttə, Osmanlı türkcəsi ərəb əlifbası ilə açıq yazıram. Məhəmməd Yəqub bəy Atalıq Qazinin hökuməti Osmanlı dövləti tərəfindən Sultan Əbdüləziz xan həzrətləri zamanında rəsmən tanınmışdır. Osmanlı dərbarı Məhəmməd Yəqub bəyə əmir ləqəbi vermiş, onun adı ilə xutbə okunmuş və sikkə zərb olunmuşdur. Bu tanınma Doğu Türkistanda Kaşqar və 7 şəhər təsis olunan hökumətin Osmanlı tərəfindən şərən və siyasətən məşru qəbul edildiyini göstərir. İstəsən, bu tanınmanın hicri tarixi sultandan göndərilən nişan və fərmanları ya mətni tam tarixnamə, vaqiinamə üslubunda da yaz. Bu sualın Osmani türkcəsi ərəb-türk əlifbaiti ilə yazılmış şəklini aşağıda web
mənabə ilə. Görürsünüz, VB ilə gedir də. Yəni indi hər kəs burada çox beyin yaxama sisteminə getsə, gedir ondan bizə gətirir verir. Amma biz çalışırıq tarix çıxardaq. Yəni bunun dediklərinə inanmayacağıq. Fəqət tarixləri istəyirik ki, görək ki, tarix çıxarda bilirik, yox. Daha diqqətli açıqlamasını göstərməsi. Osmanlı Türkcə Məhəmməd Yaqub bəy Atalı Qazi Sultan Əbdüləziz xan Həzrətləri tərəfindən Osmanlı dövlətinin rəsmidir, əmiri yəni, ləqəbi ilə, əmir ləqəbi ilə, rəsmidir, əmir ləqəbi ilə tanınmışdır. Ona əmir deyib Osmanlı. Bu tanınma Yaqub bəyə əmir ləqəbün verilməsi və onun hökumətinin Osmanlı dövləti arafindən rəsmən qəbul edilməsi mənisinə gələr. Gene kuta açıklama götürübdü bunu şeyce yazma. Dedi ki bunun nişanlarını yazdım. Tamam dedik biz de nişanları yazdı. Dedi ki Tanım Hicrisi Sultan gönderen nişanlan fermanları. Tamam bunu diye yaz. Bunları yaz. Görək nə deyir. Aşağıda Məhəmməd Yaqub bəy Atalıq Yaqub bəy haqqında suallarına Osmani Türkcə ilə daha təfsili və müstənəd 3 bilgi. 1. Bunları tanınmanın hicri tarixi Osmanlı dövlətinin Məhəmməd Yaqub bəy Qa əmir ləqəbini verən rəsmi mərasim və bir diplomatik tanınma dönəmi. 19 Hicri qəməri miladi 1873'də bu yıldan itirən 1873. Tamam burada tarix verdi. Bu yıldan itirən Yaqub bəy Osmanlı dövlətinin rəsmi əmir ləqəbini almışdır və onun adının əsami və sultani Qutunun üçün rəsmi iqdamlar götürülmüşdür. Sultanlığı Tun deyir bunun üçün. Yəni sultanlığı Qutunun üçün. 2. Sultandan göndərilən nişan və fərmanlar. Osmanlı dövlətdən göndərilən rəsmi görüşlər və irsalat bunlardır. Fərman və hədiyyələr. Burada bir şeyler yazıb da amma Türkçe ilə Latini qatıb bir-birinə ona görə kamil şey olmur. Yazıb ki Sultan Əbdüləzizdən Yaqub bəyə məktub və mücəvhirli sahat, mürəssiyə hilalat və heylat zivərlər və şən puşaklar. Bir bu göndərir. İkinci, Osmanlı görək burada bir yerdə bir şey yazmışdı. Gedək bura görək burada. Əcəba bu tarixdə nə yazıb burada? Bu bunun əksidir. Yəni bu rəhmətlikdən bir əksi var. Yaqub bəyin əksi budur. Əcəb. 1717'də doğulub 1876'da Allahın rəhmətinə gedibdi. Yəni 86 il, yox, üzr istəyirəm, 76 il ömr eləyibdi. Yox. Tarix iştibah yazıblar. Bu uzunluqda adam ömrü olmaz. 1710 ilə 1876 ili arasında yaşamaq olmaz. Çünki 90 il orada, 87-76 il burada imkansızdır. 166 il bir adam yaşamaz. İnanmıram. Yəni burasında bir yalan var. Əbdüləziz burada bir iştibah gətiribdi. Hər halda onu gördük, burada gördük. Məhəmməd Yaqub bəy 1820 və ya 1826 1827 bu yılında Taşkent yakınlıklarındaki Peşkenti'de doğdu. Babası kadı yani qazi, biz o şey İran'da qazi diyoruz, məhkəmə hakimi. Babası Kadı Pir Muhammed
Mirza'nın Məhəmməd Lətif Timur soyundan gəldiyi iddia edilirsə də bu doğru değildir. Annesi devrin nüfuzlu kişilerinden Şeyh Nizamettin'in kız kardeşidir. Eniştesi olan Taşkent valisi Nur Muhammed'in yardımıyla Hokand bu yerdir ya, indi Hokand hara olacaq bir şəhər adıdır. Hokand hanlığı ordusuna girdi. Tamam, bunun həyat yazısına getməyə istir, amma yaxşı, Məhəmməd Atif bu değil, bunlar ayrı bir şeydir. Tarixləri görürəm, amma Yaqub bəy Rus çarlığı ilə 8 Həziran 1872-də bir ticarət antlaşması Hindistanda bulunan İngiliz koloni idarəsi ilə də 2 Şubat 1874-də bir antlaşma imzaladı. Böyləcə kurduğu devlet İngiltere, Rusya ve Osmanlı devleti tarafından resmen tanınmış oluyordu. Tamam, burada onları geldi, ama bunun doğulma tarixine de bir baxsaq. Burada bir şey yazır, bəlkə bu ola, görək ki, bu tarix nə deyir. Kaşgar yeni şəhərini Yarkənd və Hutəni, Hutən də orada bir şəhər deyilmə, həman Hutən deyirlər indi bizdə, ələ geçirdi. Burada gəlir hələ feylən onları danışır, bunun doğum tarixi hardadır bəs? Enişte olan Taşkent valisi Nur Muhammed'in yardımıyla Hokand hanlığı ordusuna girdi. 1845'te Hokand hanı Hudayar hanın dış ilişkiler memuru oldu. Aynı yıl kumandan Koşbaşı məsələn beləsi deyək, o ləqəbdir də, orduda bir dərəcə imiş. Kumandan Koşbəği rütbəsi ilə Ağmməscidin Kızıl Orda savunmasını üstlendi. 1853'te Rus Çarlığının 26 gün süren Akmescid kuşatmasına büyük bir başarıyla karşı koyduysa da tamam. Yani bu adamın mübarizlərindən zadından deyibdi, amma mən bunun çox istirdim ki, doğum tarixim görəm. Geçək buradan hər halda. Bunu göstərir ki, bu adam 1876-da Allahın rəhmətinə getmişsə, o zamanlar da 40 il ondan sonra da bu kitab yazılmış olsa, bu kitabda bir irat var. Ola bilər ki, dediyim kimi əl aparıblar kitabların içinə. Bu kitab o kitablardan ola bilər ki, qədimki eyni İslamda hədis düzəldiblər, yalan hədislər.
İndi bu Molla Musa, Molla İsa'nın adına bir kitab yazıblar. Əcəba əslən bu Molla Musa varmış, yoxmuş, burasını gərək indi sual soruşaq. Birincisi budur ki, əslən belə bir adam var imiş. Əgər tarixdə, yəni mən belə baxıram, əgər tarixdə bir adamın doğumu bəlli deyil, ölümü bəlli deyil, qəbri bəlli deyil, özü də müqəddəs bir adamdır, tanınmış bir adamdır. Bunun varlığında əvvəl şəkk eləməliyik. Yəni bir adamdan hədis nəql edirlər, deyək Səlman-ı Farsi. Amma bunun qəbri yoxdur. Yəni bu qədər adam ki məşhurdur, bunun qolu ilə bunun sözünə insanlar etimad eləyir ki, bunun qəbri yoxdur. Ölüm tarixi yoxdur. Ölüm tarixinin arasında illər fərqi var. Qəbrinə onlar qəbir var. Bəllidir ki bu adam tarixi yox imiş ehtimalən. Əvvəl onu biz araşdırmalıyıq. Mən indi bilmirəm ki, haracan oxudum ya haranı oxumadım. Bəli, buranı oxumuşduq, gəlmişdik bu əşğalara. Dedi ki, ələl xüsus bizlər hayatlık labası üzere mütelebbis bulgandini buyururuz zide koca kocalık hacılar ka ustuga istila tapıp Qəzzat qılğanları ve neçə zaman hökmranlıq qılıb dövlət iqtay dökdə. Aha, buranı oxumuşduq. Fikirəm ki, axirəcən oxumuşdum, bəli. Bu qazi xacəlar qəzati və atalı qazi dövlət və hökmrani ibtidasıydın intihasıqəcə sən vərəq üzrə yayıb tarix bir kitabı. Aha, buranı oxumuşduq. Kitab cəm qılmaq və bu sahibi dövlətlər haqqida ağız açıb til sürməkka məndə nə hədd var və cürət və nə yurak var və məqalət ol zati fələk aşiyan və zati fikirəm axirəcən oxumuşdum buranı amma oxuyaq da və zati ali məkanlar qıssi dastanlarıqə mendik binam و بینشانین نمه رابطه و مناسبتی بار کم جمعی گلال غایمن و امری عظیمغه لایق گلم سرال قایمن و اول اسلام دین بودم خچه 40 yıl kamil ötüb və o təkanlar vaqiat havadisatları xatirlar kurtarılıbdır muayinə körkan və o seyyidə turğanlar əksəri aləm-i baqiqə rəhlət etibdir bəlkə bularının qısseləri il ara محو و فراموش بلوبدر قصه پراکنده تطبیقی متعذر و حکایات مختلفه توفیقی متأثر دیب العذر کرام الناس مقبول مضمونی غ عامل بلوب عذری معذرت غ تل açqanimda yenə bir neçə yar cani qədimi və dosti aşinایی səmimlar arağa dərmiyan bulub itilar yəni dedilər kim vaktini qənimət tapıb اقتلوا müşrikine haysu vecedtumuhum emri şerifler bu ayədir. Uqtulul müşrikine heyni vecedtuhum. Hər yerdəki müşrikləri, burada müşriklərin mənzur düşməndir. Nəinki din fərqidir. Mən belə düşünürəm ki, burada düşməndən söz gedir. Dindən fərq getmir. Çünki deyir, lakum dinikum və liyə din. Amma o yerdəki müşrik sözünü işlədir, din anlamında düşmən mənasına işlədir. Çünki
Mən müvəhhidəm, sən müşriksən də. Burada düşmənçilik orada çıxır ortaya. Din anlamını daşımır. Ləkum dinukum vəliyə din məsələsi orada ortaya gəlir. Uqtulul müşrikinə heysi vəcəttumuhum. Düşmənləri hər yerdə tapdınız öldürün. Mən tərcümə belə edirəm. Bəzilər müşriki, yəni İslam'a iman gətirməyən deyəcəklər. O İslamda belə bir şey yoxdur. Ona görə də mən bildiyim Şiədə örgəşdiyim üçün deyirəm. Bilmirəm sünnilər necə baxırlar. Əlbəttə bunu ChatGPT-dən soruşa bildik ki, mənabeydə nə gətirir? Cəhad beləsi deyim. İslamda cəhad adlı bir davranış var. Sünni məzhəblilər onu necə düşünür və neçə aşamada tanırlar. Deyirlər ki, bu İslamda olan bu davranış nədir? Çox gözəl və mühüm bir sualdır. Aşağıda sünni məzhəblilərin İslamda cəhad məfhumunu necə düşündüyünü mərhələlər, aşamalar halında sadə və elmi biçimdə yazıram. Cəhad nədir? Sünni düşüncədə cəhad sözü sünni füqəha və uləmaya görə Allah yolunda kuşiş, çaba, mücahidə etməkdir. Bu çox gözəldir. Çünki İslamda savaş anlamına gəlmir cəhad. Cəhad İslamda savaş anlamına gəlmir. Birincisi budur. Çünki cəhd sözündəndir. Cəhd ilə çaba, zəhmət. Yəni fəqət cəng deyil. İman, əxlaq, elm, nəfs, camiə üçün olan hər kuşiş cəhaddır. Sünni, ikincisi sünni məzhəblərdə, mən bunu əlim deyir aşağıdaşına, sünni məzhəbdə cəhadın aşamaları. Sünni uləma cəhada umumən 4 əsas mərhələ tanırlar. Nəfs ilə cəhad. Nəfs ilə cəhad, əkbər cəhad. Ən böyük cəhad olaraq qəbul edilir. Bu, İslamda elə bunu biz bilirik ki, cəhad-ı əkbər deyə qəbul olub. Həzrət Məhəmməddən də buna söz vardır ki, cəhad-ı əsqərdən döndünüz, cəhad-ı əkbərə girməlisiniz. Nəfsin azğınlığına, nəfsin çox gözəl sözdür bu, azğın olmaq, Qəradağda çox işlənirdi, Təbrizdə işlənmirdi, yadıma gəlmir. Nəfsin azlığına qarşı durmaq, günahdan qaçmaq, əxlaqı təzkiyə etmək, sünni uləmaya görə bir kimsə öz nəfsini islah etmədən başqasını islah edə bilməz. Çox gözəl söz, çox gözəl. İkinci mərhələsi, dil və qələmlə cəhad, həqqi söyləmək. Quranda da yenə qələm haqqında və dil haqqında çox önəmli sözlər var. Haqqı söyləmək, zülmə qarşı söz və qələm müqaviməti ya durmaq, elm yaymaq, batili rədd etmək. Batil nə deməkdir? Bu da hər adam bunu fərqli məna eləyə bilər. Amma hər halda mən anlaşım batildən budur ki, yəni din baxımından olsa hər nə ki mənim dinim deyil, ona batil deyərəm. Amma elmi baxımından olsa hər şey ki taza ortaya çıxır və keçmişdəki nəzərləri iptal edir, ona batili qəbul eləməkdir. Yəni məsələn deyək ki, dünənəcən insanlara əməl cərrahi eləmirdilər, bu günlərə əməl cərrahi elirlər. Dünənəcən məsələn xanımlar hamilə olmalı idi, bu günləri kompüterlər hamilə olacaqlar. Tamam, mənim nəzərimə bunu qəbul eləməlidir. Yəni haqq budur. Məncə haqq budur. Batil odur ki, ya həmişə xanımlar gərək hamilə olarlar. Əlbəttə xanımların hamilə olmaq haqlarıdır. Yəni onlardan almamaq gərəkir. Amma lazım da deyil həttəmən xanım hamilə olsun. Eləyə bilər ki, insanlar gələcəkdə bunu yaşayacaqlar, məncə. İnsanlar gələcəkdə kompüterlə evlənəcəklər, kompüterlə yaşayacaqlar. Yəni, məsnu, kompüterizə arvadlarla, kişilərlə yaşayacaqlar və ehtimalən çoxu da kompüterlər uşaqları doğacaqlar, adamlar doğmayacaqlar. Vaizlik, dərs
yazmaq, nəsihət kimi şəkillərdə bu qələm məsələsi görsənir. Üçüncü, malla və imkanla cəhad. Məzlumlara yardım, zəkat, sədəqə, camiənin difai üçün mali himayət. Quranda mallarınızla və canlarınızla cəhad ediniz deyə bildirir. Silahlı cəhad, qital. Bu ən son və ən məhdud aşamadır. Sünni füqəhaya görə fəqət zülm və həmlə olduğunda dövlət və məşru hakim izn ilə müdafianə olmalıdır. Difa üçün. Şərtiləri. İslamda iki cürə, indi mən bunu deyərəm, Şiədə mən oxuduğum üçün onu bilirəm, amma sünnilərin kim bilmədiyim üçün sünniləri soruşurum. Şərtiləri masumlara zərər verməyələr. Yəni, bir adam ki, məndən savaşmır, uşaqdır, böyükdür, xanımdır, əlinə silah götürüb savaşmayandır, onlarla işin olmasın. Qadın, çoxuş, uşaq, yaşlı, rahib, öldürülməz yazım. Məcburi olmadan silah alınmaz. Yəni, hər cəngi cəhad deyil, hər cəhad da cəngi deyil. 3. Sünni məzhəb cəhadın məqsədi. Sünni üləmaya görə cəhadın məqsədi din azadlığını qorumaq, zülmü dəf etmək, ədalətin bərqərar olması, insan kəramətini hifazət etmək, fitnə yaratmaq, zorla din qəbul etmək sünni düşüncəsində cəhad deyil. Tamam. Şiədə də belə bir şey var. Deyir ki, cəhad iki cürədir. Bir cəhad-ı əvvəliyyə, bir cəhad-ı sanəviyyə. Cəhad-ı əvvəliyyə budur ki, Həzrət Məhəmməd var, deyir ki, ağa, biz filan yerə həmlə eləyəcəyik. Onlardan heç iş çıxmıyıb. Ona cəhad-ı əvvəliyyə deyir. Deyir ki, məsələn, buna deyək ki, məlumat toplayıb, ittilat ələ gətirib ki, onlar hazırlaşırlar bir savaşa. Bu, öncədən həmlə elir, onun imkanlarını dağıdır, filan bəhman qoymur ki, o savaşı başlasın. Xəsarətin qabağını alır. Bir buna deyilir cəhad-ı ibtidai əvvəliyyə. Bir də cəhad-ı difaiyyə vardır. Yəni, nə mənə? Birisində həmlə edir, ona qarşı durursunuz. Şiə mütəqiddir ki, imam-ı zaman olmayan zamanda cəhad-ı ibtidai eləyə bilməz. Yəni, imam zaman olmasa, bir məsum olmasa ki, sənə deyə, bu savaş doğrudur, doğru deyil, sən savaşmaq haqqın yoxdur. Amma əgər biri sənə həmlə eləsə, onda savaşmaq haqqın var. Savaşacaqsan və qabağında duracaqsan. Hər halda. Mən Uqtulul müşrikinə heysu vəcəttumuhum əmri şəriflərə fərmanburdar olub kafirlər üstünqa tiğni bidəriq tartıb qazilik mərtəbə və dövlətin hasil ilakan qazilər və Xudavəndi Kərim rizalığını izdab baş və canlarını nisar və fədailab şəhid bulğan şühədalar zikri və müzakirələri bilan kinkilar rütəbil lisan olub və adqa və dua və fatihə icabət qılın. Kutarsalar indallah əcri əzim və indənnâs zikri cəmil hasil olğusidur deb iltica və iltimas qılğanın bil müşafihə olacaq ya bil müşafihə görüb və bilib əhbablar sinmək lülü-i asar və cəvahiri əbdarlarını bu xaki məzəllət qubari üstiqa bi etibar qılıb ta taşlamağını münasib və rəva gürmay çar naçar, çarə bu naçar,
çar naçar bu emri azim talifiğe duçar yazmışmış vavla duçar. Üstünə qırmızı xəttilə bir nəfər götürüb xətt qoyubdu. Necə ki məzəllətin zı olmamışı ona qırmızı götürübdü, nöqtə qoyubdu. Duçar olub özümni məlamət oqiqə nişanə ettisəm olmamül indəl kirami el-ma'mulu indəl kiramin nas məqbulun şərificə yaran müvafiqlardin ümid vasık ol kim her sahvi xatایی ki خواه سهون خواه عمدن واقع بلغان بلسه افویزیلی birle yapıp ve kalemi teraşgermi keremi birle teraş edip görcüzse islah görcüzse yani görünürse islahi indallahi ma'cur ve inden nas meşkur bulgaylar dip evvelini müteber tarihi kitab-ı müfidlardın mezmun elib ve ahirini gürgan ve bilganlardın görenler bilgan bilenler ve ahirini gürgan ve bilganlardın soraklamak axtarıb tapmaq. Soraqlamaq indi bir işlənmir. Qəradağda işlənirdi. Soraqlab mücmələn və nəqlən təfriqə hikayə və qissələrini rəbt و irtibat ilab müxtəsərlik bəyan təhrir riştəsiğə və təqriri səfəsiğə müqərrər eyladım. Bu tə'lifə bais və səbəb bulğan ol yaran təbixah və bəradaran xeyrxahlar kim dil zəmirləri qərəz müddəadin xali və əmin və göngülləri şaibeyi küdurəddin bəri və aman irdülərin yenə biri bu kim? Bul vaxtda ətraf-ı cəvaniblar müxasimə əda təfriqələridin bu Moğolistan ölkəsi təncilik və əmniyyətlik birlə bərqərardırlar. Bu iki münasibətdən bu tarixi əmniyyətdir. Adın qoydu özü, tarixi əmniyyət. Yəni ortada bir əmniyyət tarixi var. Sonra bu Çinlilər gəlibdi, ya Ruslar gəlibdi. Yəni ondan qabaq Ruslarla savaşıbdı. Sonra orada oxuduqda, yəni Gətçibidə. Sonra Çinlilər, bu ortada bir əmniyyət tarixi vardı. Ona görə kitabın adı Tarixi Əmniyyət. Kitabın üstündə yazıb Tarixi Əmniyyə, yəni üstündə yox, PDF-də. Amma burada nə yazıb? Görək ki, deyir, bəli, burada yazıb ki, bu tarixə, bir də burasını oxuyayım, calibdir. Bu vaxtda ətraf cəraniblar müxasimi əda təfrəqələrin düşmənlər ora təfrəqə salıblar, ayrılıq. Bu Moğolistan ölkəsi təncilik və əmniyyətlik. Təncilik görək nə mədir? Bunu mən burada yazım. Təncilik və əmniyyətlik. Təncilik və əmniyyətlik. Ha, nə cürdür? Təncilik və əmniyyətlik birlə. Təncilik və əmniyyətlik. Əmniyyətlik birlə. Nə deməkdir? Təncilik və əmniyyətlik birlə. Bu sual təncilik, sükunət, aramlıq, sakitlik və əmniyyət məfhumlərini yaxşı əlaqələndirir. Aşağıda daha açıq və elmi şəkildə yazıram. Təncilik ya sükunət mənisi. Aram zehni və qəlbi, həva, mühit və zindicinin sakit və binəqs olması. Yəni bir kimsəyə fikir və qəlb və fikir aram olması, qəlbin və fikrin aram olması, düşmən və təhdid yox olması, zindici rəvəndünün
rəvəndünün sakit və qabil pişbini olması. Tamam. Tənciliq yəni nəcatlıq beləsi deyək. Amma bunu elə sükutla gətirir. Çox cəlibdir. Sükun və aramış. Dedik, bu Moğolistan ölkəsi tənciliq və əmniyyətlik birlə bərqərar durlar. Bu iki münasibət, oraya ilə bura. Din, bu iki münasibətdən, bu iki münasibətə görə bu tarixə əmniyyət dib atadım. Atadım, yəni adlatdım. Üstünə ad attım. Atadım. Bir müqəddəmə, iki dastan və bir xatimə birlə itmamığa teküzdüm. Yetküzdüm. Yaran-ı münsif-i diyanət asarlar bu məcmuə nəzərləri düşüb görqanidə gördülər və oğuğanlarida görənlər və oxuyanlar. Oğuğanlarida bu kiminə zəlili xari bi etibarini və duayı icabətlaridin məhvi fəramuş qılmağayalar dib dua iltimas ilab ümid qılıb şuruğa qədəm qoydum. Allahümmə səhhil əleyna bi cudikə və yəssir əleyna bi kərəmikə ya əkrəmül əkrəmin və ya ərhəmər rahimin. Müqəddəməni buradan başlayır. Qırmızı bir şey yazıb. Onu oxuyaq və qalsın. Müqəddəmə ibtidası qıssə-i Adəm-i Sani Nuhi Nəbiyullah və dini və din. Yəni Nuhi Nəbillahi din bu dəmğəcə, bu anacan ki özü yaşır, ona bu Moğolistan yurtiki və Yetə şəhridir bu. Ehtimalən Yetə bir şəhrin adıdır Moğolistanda. Əhvalati və vaqiatları və qılsını vəqayesini vaqiatları vəqisini taife-i hükmrani və Moğoliyyə təsmiyyə qılmaq səbəb və bais nə ikani və müsəlman xanlar nəsəbi və xaqani Çin bu Yetə şəhir ya yenə şəhir olacaqdır. Bəlkə Yetə deyil, yenə olacaqdır. Bu yenə şəhər əhliğə istila tafğan tapmaq. Ehtimalən Əfğan sözü də buradan gəlir. Tafğan sözündən Əfğan sözü. Əfğan yəni zəfər tapanlar. Onlar iki alıblar, nəinki ağlayanlar. Mən bunu özüm ağlayanlar düşürdüm, amma istila tafğan, istila tapanlar, tapmaq, Əfğan deyə, yəni tapmaq. Buradan o mənini mən aldım ki, tafğan, burada yazım ki, tafğan sözü ilə Əfğan sözü arasında kök ilgisi varmı? Görək ki, əcəba tafğanla Əfğan bir şeydir. Bu sual tafğan və Əfğan sözləri arasında leksik ya tarixi ilgi bağlantı haqqındadır. Aşağıda mərhələ açıqlayıram. Əfğan sözü tarixi və qovm ismi düşünülür və Pəştun qəbilərə idi. Uzun müddət bu Əfqanistan məntəqəsini bəyan etmək üçün işlədi. Qarnaha qədim mütunda Əfğan qovm ya fərd mənisidə görülür. Qədimlərdə məsələn Əfğan sözü bir qovm ya adam adına işlənibdir. Amma mən dedim bu ehtimallər ilə o tafğan sözündən, tapmaq sözündən gəlir. Tafğan sözü, tafğan əksər Osmanlı əski türk mətinlərdə didə bilir. Cəlibdir, mən belə bir şey. Özündən lüğət düzəldir bu adam. Bərxi lüğətçilər açıqlamışlar. Tafğanda T olan söz, pişvənd, tək, bəlirli və ya ön çıxarma
Türkçədə ön çıxarma məmulən olmur da. Yəni onun üçün bu söz düz deyil. Tafğan, o Afğan, o kişi, o Afğan, mən dediyim oldu. Baxın bir, o Afğan, o kişi və ya Afğanlar topluluğu. Yenə mən dediyimdir. Yəni Afğan sözü bundan. Yəni Tafğan, Afğan musavidirlər. Burada musavi qoydu. Amma mətin bağlamına görə farklı vurğular ola bilir. Deyir ki, bu müsavidir, amma burada ikisinin bir-birinin dibində mən gətirmişəm, onu deyir ki, fərqi şeyi ola bilər. Kök ilgisi. Tafğan sözü çoğu zaman Afğan kəliməsinin, indi bunu əgər dostlar işi baxırlar, görərlər, kəlmənin yarısını ərəb əlifbası ilə yazıb, yarısını latincə ilə yazır, onun üçün mən də biraz zora düşürəm. Kəlməsinin Tafğan sözü Afğan çoğu zaman Afğan kəlməsinin Osmanlıca və ya əski türkcə mətnlərdəki türev ya da türev formudur. T sözü ön əki bəzən təsniyə bəlirləmə iki nəfərliğə deyir işlənir. Onda bu olar. Məsələn, deyək ki, mən istəyirik ki, biz iki nəfər dedik ki, təmən. Təmən olur iki dənə. Bu onda da əvvəlinə gəlmir. Bu elə kəlmə duruşuğu olur, belə gəlir mənə. Çoğul işləvi üçün kullanılmışdır. Tamam, iki nəfər üçün deyir ki, işlənir. Yəni onda bu olur ki, əski türkçədə ərəbcə deyirlər bir nəfər, iki nəfər, cəm. Bizdə bir nəfər və iki nəfərdən üstə var ki, cəm deyirik. İndi deyir ki, bu sözə deyir ki, te gələndə, kəlmənin əvvəlinə gələndə iki nəfərə türkçədə deyilmişlər. Həmə, Tafğan, həmə. Tafğan, Afğanlar, Afğanha. Tafğan, Afğanlar. Tamam, bu elə ikisi bir sözdür. Oradan bunu bildik. Pəs bu da calib bir sözdür. Bir də bunu oxuyaq. Xaqan için bu yeni şəhər olacaqdır. Yenə şəhər əhliğə istila Tafğan cümlən şəmmə və əndəki cümələn, yəni ya da mücmələn şəmmə və əndəki vaqi bəyani və təqriri. Tamam, buradan başlanır dastana. Kitabın şeyində əlbəttə burada bir şey yazıbdır. Görmürəm nədir? Yaran-ı zül-ehtiram və bəradarان zül-ehtişam. Ehtişamlar səm-i müəllalarıqə roşən və hüveyda ulğaykim bu yeni şəhərni qədim əyyamda tarix kitablarında Moğolistan dib atıp dururlar. Anıblar. Anıblar yəni yadda saxlayıblar. Anmaq, anablar. Anabdurlar yəni xatırlarında saxlayıblar. Anısı yəni onun xatirəsi. Anıbdurlar. Bu şəhərlərdə həm qədim və köhnə vəsiqələr xəttə Moğoliyə dib, Moğoliyə hesabı da dib putulubdurlar. Moğoliyə deməkdə məni necə buladur və bu şəhərlər qəbsi zamanında bu şəhərlər qisi zamanında nə vaxtdin tartıb müsəlmançılıq dövlətinə müşərrəf bulub gəlkan və padişahları qisi, cenə də orada qisi zamanda, yəni geçmiş zamanda qisi məzhəb və qisi millətdə. İndi bunu qisi zaman, qisi məzhəb, qisi millət, yəni geçmiş olacaq, amma mən bir dəfə də bunu soruşum. Qisi zamanda, qisi məzhəb, qisi neydi? Tarih idi, neydi? Qisi millət. Qisi
Nə deməkdir? Görək bunun qismi. Bu sual Əfqan, Tafqan sözü haqqında tarixi zaman, məzhəb və millət arasında təfsil istəyir. Yox, o deyil. Qisi zaman, qisi məzhəb. Qisi zamanda, indi bunu latincə yazıbdır, calibdir, yenə hər şeyi latincə yazdı. Biraz zora soxur məni. Əfqan adı ən əski mətinlərdə 10-12-ci yüzillərdən itibarən görülür. Tamam, Əfqan adı demişəm, tazadır. Bu deyir ki, məsələn, 10 ilə 12 illər arasında görünür. Özəlliklə medieval, orta əsrlər, İslam dönəmində, medieval İslam dönəmində, İslamın orta çağlarında Əfqanlar Hinduküş bölgəsi və çevrəsində yerləşik bir etnik qrup olaraq kayd edilmiş. Tamam, qisi nə mənədir? Məzhəb. Əfqan, qisi getdi bunları ola, yəni yenə dedim, bu gedib niyə? Burası çox mühümdür. Neçə il bu və millətdə Otqan və Xaqan üçün təsərrüf qılğali neçə yıl bu cümlədin əndaki bəlkə nümunə bu ovraq-ı səhifəsgah tarixdən matəqəddəm və matəəxər kitab müfidləridin bir nəmə çizi mündərəc etmay müddəa təfsili və tətbiqi roşən və mübərhən bulmaydır. Gandik görüldü və hər söz qılğuçi sözünün əvvəlini açmay axiriğə zor bir kan bilan samilar ayağı bar başı yox söz dib etibardin yaraq qalır. İkallar bu vəcidin bir neçə kəlməni kitab-ı Ruzətü Səfa və tarixi Rəşidi və tarixi şəhri xi şəhri bulardin başqa tarix kitablardin intixab ilab dərc iladi əl-qissə tamam gedir o üzə. Mən fikir edirəm ki 2 saatdan çoxdur ki bu kitabın üstündə çalışdım. Məncə oxuması rahatdır, sevdim, yaxşı məlumat verdi. Əfqan sözünü də bildik ki tapmaq sözündəndir, kökü türkcədədir. T sözü əgər bir hərfin əvvəlinə, bir kəlmənin əvvəlinə gəlsə, iki nəfərlik bir işə dəlalət edə bilər. Bunu da biraz örgəşdik. Bu kitab tarixində yazılma tarixi ilə içində olan yazarın yaşam tarixi bir-biri ilə tutmur. Onun üçün bu kitablarda dedim, mən şək edirəm normalda. Çünki məsələn bir ayrı adamın adına yazıblar ki 400 il bundan qabaq yaşırmış, amma məsələn kitabın axirində tarix görür ki 1333-də bu kitabı 1331-də bu kitabı yazıbdır. Burada biraz şey görünür. Ha belə bunu axtardıq, görək ki o zamanda Türkiyədə, yəni Osmanlıda Əbdüləziz xan hakim idi, onu bildik. Yəni 116 il bundan öncə Əbdülhəmiddən sonraki Əbdüləziz olacaq, ehtimal verirəm, ya da Əbdülhəmiddən öncəki olacaqdır. Ona biraz şək edirəm, çünki Əbdülhəmid 30 il yaşayıbdır, şahlıq eləyibdir, 32 il, ya 31 ya 32 il səltənət eləyibdir, xəlifə olubdur. Onun dövründə deyil, ondan sonra olmalıdır. Bunu da soruşum. Üstə Sultan Əbdüləzizdən ad çəkdin. Bu sultan hangi hicri tarixdə xilafət etmişdir. Görək ki, Əbdüləziz
Sultan Əbdüləziz kimdir? Sultan Əbdüləziz xan Osmanlı sultanındandır. Peder Sultan Əbdülhəmid əvvəl. Fərzənd Türkçə mənabeydə müşəxəs nəşudə, amma Osmanlı Səlatin xanəvadici. Xilafət səltənət dönəmi. Osmanlı mənabeyinə görə tarixi tacüzar 12 Rəcəbi 1280 Hicri qəməri. Xilafət 1280, səltənət hicri qəməri 1293-ə qədər. Miladi tarixdə fulandır. Müddət hükümət 15 il. İndi buradan da Birinci Dünya Savaşına görək neçə il qalır. Bu 93 ilə o da 1900 üzr istəyirəm. Burada 1280 Hicri 1280-da Əcəba bu həmən Əzizdir ki Məhəmməd Yaqub Atalıq Bəy Atalıq Qazini rəsmiyyətə tanımışdır mı? Görək budur. Bəli, dəqiq budur. Onda bu əgər olsa yenə hamısını, yəni iki cürə yazır, adam da bilmir hangisini oxusun. Məhəmməd Yaqub 1876 ilə 1861 ilə 1280 ilə 1293 illərində deyir ki, Əbdüləziz nə mənə oldu? Evet, Məhəmməd Yaqub bəy Sultan Əbdüləzizin Osmanlı tərəfindən rəsmi tanınması dönemində olmuşdur. 1280 ilə 1290 illər arasında. 1280 ilə 1293 illər arasında Sultan Əbdüləziz xan Məhəmməd Yaqub bəy Atalıq Qazinin hökumətin rəsmi olaraq qəbul və fərman vermiş. Tamam. İndi burada yenə bir irad çıxır. Yəni dedik ki, bu deyir ki 1333-də kitab, 31-də kitabı yazıb. Tamam, bu ola bilər. Yəni bunun sözümüz yoxdur. Amma 1293-ü desaq, üzr istəyirəm. 1447 deyək, bundan çıxsaq 1293 çıxsaq, yəni ölən tarixini çıxsaq 154 il geçir. Orada da 116 il dedik. Yenə də tarixlər bir-birindən tutmur. Yəni burada 3 dənə tarix görürük. Əlbəttə ola bilər. Çünki dedik 40 ildə ondan sonra kitabı yazıbdı da, tamam. 40 il bu öləndən sonra kitabı yazsa 40 il 150-dən 40 çıxsaq, minus bundan 40 çıxsaq 114 düz gələr. Bəli, düz gələr. Kitab düz yazılıbdır. Tarix amma bu kitab indi nə qədər bizim millətimizin xeyrinə yazılıbdır, nə qədər zərərinə yazılıbdır, orası bir məsələdir. Umaram ki, inşallah bu onlardan deyil ki, düşmən o zaman Çinlilər, İngilislər, Ruslar o bölgədə at çapırlar və insanlar orada, Türklər özəlliklə orada çox rahatca özlərini sata bilirlər. Kitabın sonlarından da oxumuşduq əlbəttə bir-iki səfə, amma indi heç vaxtım yoxdur.
elə bu qədər yetişər bu gün bu kitabdan. Məncə çox gözəl bir kitabla tanış olduq. Mən çox şeylər öyrəndim. Biri bu ki, mən həmişə deyirdim ki, Uyğuristandan ta Avropanın göbənəcən Osmanlı dövlətinin əli altındadır. Buna mədrəkim yox idi, fəqət hissi. Amma bu günləri o bunu göstərdi ki, o cür idi. Necə ki, Uyğurlar da elə o zamanki dövlət idilər, bu cür idi. Ona da mədrək inşallah tapacağam, amma o cürsə, yəni bu bunu göstərir. Hər halda Allahın min mərtəbəsi ki, bu günləri bizə bu imkanı yarattı. 2 kitabla tanış olduq. Birinci kitabı üçün dünənləri bir ayrı nüsxəsini oxumuşduq. Bugün bir ayrı nüsxəni gördük. Daha gözəl xətti ilə yazılmışdı. Daha təmiz yazılmışdı. Aynı kəlmələr o qədər dəyişdiyi də olsaydı bütün kitabı əvvəldən axıra dəyişdir, qarşı-qarşıya qoymadıq, görək ki, dəyişdirdik. Amma gözəl kitab gördük, onu oxumadıq. Sadəcə müqayisə elədik, axirini oxuduq. Axirində də bir tarix tapdıq, o tarixi də yazdıq ki, o kitab, əgər indi burada tapa bilsəm, Şərh-ül Füsus-ül Hikəm 1017-də yazılıbdır. Onu oradan tapdıq, yəni hududən 500-400 neçə il öncə, bundan öncə yazılmışdı. Və ondan sonra keçdik, əsli kitab ki, başladıq oxuyaq, adı Tarix-i Əmniyyətdir. Yazanın adı Molla İsa, Molla Musa, Molla İsa'nın oğlu ki, ikisi də Sirami məntəqəsindən, Moğolistandandılar. Moğolistanın tarixi haqqında və özü də Məhəmməd Yəqub bəy Atalı Qazi dövrü haqqında bir kitab yazıbdır. Onun da ölümündən 40 il deyir sonra bu kitabı yazmağa başlayıbdır. O zaman da yazıb ki, Çinlilər Tazaşdan gəliblər, Moğolistanı işğal eləyiblər, yəni o Türk bölgəsini işğal eləyiblər. Orada onu yazıbdır. Bu kişinin rəhmətliğin haqqında yazıbdır. Bunun tarixində dedik ki, Molla Musa İbni Molla İsa tarixdə 400 il bundan qabaq yaşayan bir şəxsidir. Amma bəlkə bu bir ayrı şəxsidir. Bunu soruşmadıq Google-dən. Bunu da yarın soruşarıq. Görərik ki, ChatGPT bizə bunu tapa bilir ki, Molla İsa İbni Molla Musa İbni Molla İsa Sirami əcəba 2 ad var bu adda ya yoxdur və 2 zamanda yaşayıblar ya yoxdur. Bunu axtarıb tapmaq məncə faydalı olar. Allaha şükürlə gedirik, əgər ömür versə bir ayrı gün, bir ayrı kitablarla tanış olarıq və Türk dünyasının yaradıcılığı ilə, düşüncəsi ilə də